Son dəqiqəyə qədər inanırdım ki, biz xilas olacağıq. Bu sözləri indi səsləndirən keçmiş xüsusi təyinatlı polis dəstəsinin əməkdaşı o günləri xatırlayanda əlləri hələ də titrəyir. 28 il keçib. Amma yaddaşda qalan şey sadəcə hadisələr deyil. Bir çaşqınlıqdır, bir inamsızlıqdır, hansı ki heç vaxt gerilməyib. O deyir ki, 1994-cü ilin oktyabr axşamında onlar Prezident sarayının qarşısındakı meydanda dayananda, komandirləri Rövşən Cavadov yuxarıda, Heydər Əliyevin yanında görünəndə, hər kəs eyni şeyi düşündü. Biz sağıq. Amma bu sağlıq sürmədi. Bəs nə oldu? Niyə o gecə oradakı adamlar 5 ay sonra düşmənə çevrildilər? Və ən əsası, kim qazandı? Cavadov həqiqətən bilməyib ki, Surət Hüseynovun qiyamını yatırmaqla öz ölüm hökmünü imzalayır. Yoxsa başqa oyun gedirdi. O gecə Əliyevin yanında dururdu. Minlərlə adamın qarşısında dəstək bəyan edirdi. Ətrafında isə bir bədbinlik yayılırdı. Gəncədən gələn xəbərlər, prokurorluq binasındakı girov epizodu, şailər ki, sanki ordu parçalanacaq. Cavadov o an anlamırdı və ya anlamaq istəmirdi ki, Surət Hüseynovu təcrid etməklə əslində öz başına qələm salır. Çünki Heydər Əliyevin strateji planlama metodu belə işləyirdi. Əvvəl bir təhlükəni digərinə qarşı qoymaq, sonra qalib gələndə məhv etmək. Bu sadəcə siyasət deyildi. Bu, saray kitablarında yazılmayan hərbi taktika idi. Və Cavadov hələ o kitabı oxumamışdı. İndi gəlin geriyə gedək. 1994-cü ilin sentyabr ayı 20-ci gün. Əsrin müqaviləsi imzalanır. 8 milyard dollarlıq neft razılaşması. Bu müqavilə Azərbaycanı beynəlxalq kapitalın strateji nöqtəsinə çevirir. Qərb şirkətləri, Britaniya Neft Şirkəti Konsorsiumunun başçılığı, xarici investorlar, beynəlxalq hüquq, Xəzər neftinin yeni yurisdiksiyası. Ölkə iqtisadiyyatının gələcəyi artıq yalnız Bakının idarəsinə bağlı deyil, beynəlxalq müqavilələrə, strateji tərəfdaşlıqlara bağlıdır. Bunu anlamaq vacibdir. Neft müqaviləsi imzalananda hakimiyyət uğrunda mübarizənin dəyəri astronomik səviyyəyə qalxır. Artıq oyun sadəcə yerli güc balansı deyil, bu, regional və qlobal təsir sahələri üzərində nəzarət oyunudur. Və məhz həmin andan 2 həftə sonra, oktyabrın əvvəllərində, Surət Hüseynov baş nazir vəzifəsində olsa da, Heydər Əliyev tərəfindən dövlət çevrilişi hazırlamaqda ittiham olunur. Bu, təsadüfdürmü? Əlbəttə ki, xeyr. Çünki Hüseynov 1993-cü ildə Əliyevin hakimiyyətə qayıdışını mümkün edən hərbi gücü nümayiş etdirən adamdır. Gəncə qiyamı, Elçibəyin süqutu, Bakıya yürüş Hüseynovun işidir. Amma bir il sonra artıq Əliyevin yanında qalmaq üçün kifayət qədər sadiq deyil. Və burada Cavadovun sirli rolu başlayır. O gecə, oktyabrın 2-ci və ya 3-cü günü, dəqiq tarix mübahisəlidir, çünki böhran bir neçə gün çəkir, Cavadov ağır qərar qarşısında qalır. Hüseynovu dəstəkləyəcək, Əliyevlə gedəcək, yoxsa neytral qalacaq. Onun opon qüvvələri o vaxt artıq əfsanəvidir. Qarabağ müharibəsindən qayıdan döyüşçülər, təlim keçmiş tərk silah olmağa hazır olmayan adamlar və ən əsası, Bakı hakimiyyətindən müstəqil silahlı güc. Bu problemdir, çünki Heydər Əliyev üçün dövlətin silahlı güc üzərində tam monopoliyası strateji şərtdir. Hüseynov getməlidir, opon da getməlidir. Amma birbaşa hücum çox qanlı olacaq. Ona görə Əliyev bir taktika tətbiq edir. Əvvəl Cavadovu Hüseynovdan ayırmaq, sonra Cavadovu özü aradan götürmək. Və Cavadov, bəlkə də siyasi təcrübəsizlik ucbatından, bəlkə də məcburiyyət hissi ilə Əliyevin yanında görünür. O mitingə çıxır, prezidentə dəstək verir, Hüseynovun təcridini sürətləndirir. Və beləcə Surət Hüseynovun baş nazirlik karyerası sona yetir. O tezliklə Rusiyaya qaçır. Daha sonra ekstradisiya olunur. 1999-cu ildə ömürlük həbsə məhkum edilir. 2004-cü ildə əfv olunur və illər sonra İstanbulda vəfat edir. Amma maraqlı deyil Hüseynovun sonraki taleyi. Maraqlıdır ki, Cavadov həmin gecə nə düşünürdü? Bəs həmin gecə Cavadova nə söylənmişdi? Hansı təminatlar verilmişdi? Bu tarixçilərin ən böyük sualıdır. Çünki Cavadov özü heç bir müsahibə verməyib. O 1995-ci ilin martında ölüb. Amma ətrafındakı adamlar, sağ qalanlar, danışır. Onlar deyirlər ki, Cavadov o vaxt bir neçə variant görürdü. Birinci variant. Hüseynovu dəstəkləyib
Əliyevə qarşı silahlı müqavimətin hissəsinə çevrilmək. Bu variantın nəticəsi aydın idi. Vətəndaş müharibəsi, yüzlərlə ölü, beynəlxalq təzyiq və nəhayət, ya Rusiya müdaxiləsi, ya da Qərbin təcrid siyasəti. İkinci variant, neytral qalmaq. Amma bu da işləməzdi. Çünki Əliyev neytralları dəstəkçi hesab etmirdi. Ya yanımdasansa, ya da əleyhinə. Üçüncü variant isə Əliyevlə getmək. Cavadov üçüncü variantı seçdi və həmin seçim anında bəlkə də ona deyildi ki, o pon toxunulmaz olacaq. Bəlkə də ona dedilər ki, daxili işlər strukturunda yeri qorunacaq. Bəlkə də sadəcə təhlükəsizlik hissi verən bir söz eşitdi. Amma nə olursa olsun, bu yazılı razılaşma deyildi. Bu söz idi. Və söz 1994-cü ilin Azərbaycanında çox qısa ömürlü bir vəd idi. Keçmiş OPON əməkdaşı indi uzun bir səssizlikdən sonra deyir. Biz o gecə elə bildik ki, Rövşən ağanın Əliyevlə anlaşması var. Düşündük ki, bizə heç kəs toxuna bilməz. Axı biz Qarabağda döyüşmüşük, biz igidik, biz vətənə xidmət edirik. Amma 5 ay sonra bizi düşmən adlandırdılar. O bu sözləri deyəndə səsində nə qəzəb var, nə nifrət. Sadəcə çaşqınlıq. Sanki hələ də başa düşə bilmir. Necə oldu ki, onlar qəhrəmandan qiyamçıya çevrildilər? İndi gəlin başqa bir sualı verək. Bəs nə oldu ki, 1994-cü ilin oktyabr böhranı baş verdi? Rəsmi versiya belə deyir. Surət Hüseynov dövlət çevrilişi hazırlayırdı. Gəncə qarnizonu, qərb rayonlarında nüfus, silah toplanması, Rusiya ilə əlaqələr, hamısı çevrilişin əlamətləri. Amma alternativ yaddaş başqa bir şey deyir. Əliyev neft müqaviləsindən sonra hakimiyyəti tam mərkəzləşdirməyə qərar verdi və Hüseynov bu planın yolunda dayanan ilk böyük maneə idi. Hər iki versiyada mümkündür, amma faktlar belə göstərir ki, 1994-cü ilin sentyabrında neft müqaviləsi imzalanır və dərhal sonra oktyabrda Hüseynovun çevrilişi ittiham səviyyəsinə qalxır. Zamanlama çox dəqiqdir və Cavadov məhz bu anda həlledici fiqura çevrilir. Çünki əgər Cavadov Hüseynovla gedəydisə, Əliyev qarşısında real hərbi təhlükə yaranacaqdı. OPON qüvvələri təlimli, döyüşdə sınaqdan keçmiş, sadiq və ən əsası Bakıda yerləşən qüvvələrdir. Onları məhv etmək çox qanlı olardı. Amma Cavadov Əliyevin yanında dayananda Hüseynovun tək qalması sürətləndi. Gəncədəki qüvvələr paytaxtda müvəffəqiyyətlə yürüş edə bilmədilər və beləcə Surət Hüseynov siyasi baxımdan bitdi. Amma indi əsas sual. Cavadov bunu başa düşürdümü? O, Hüseynovun məğlubiyyətində öz rolunu dərk edirdimi? Və ən əsası, o başa düşürdümü ki, növbəti hədəf özüdür? Çünki Heydər Əliyevin hakimiyyət konsolidasiyası strategiyasında ikinci mərhələ artıq aydın idi. Hüseynov getdi, indi OPON-un növbəsidir. Elə o günlərdə, oktyabrın ortalarında və ya sonlarında başqa bir epizod baş verir ki, o rəsmi tarixə tam düşməyib, amma xalq yaddaşında qalıb. Bir axşam Rövşən Cavadovun iş otağına gözlənilməz qonaq gəlir. Bu qonaq rəsmi qeydlərdə görünmür, çünki o, görünməz vizit statusundadır. Azərbaycanda həmin dövrdə belə bir anlayış var idi. Bəzi adamlar var ki, onların gəlişi heç bir sənədə düşməzdi. Onlar gecə gəlir, söhbət edir, gedirdilər. Bu adamlar ya prezident aparatının yüksək vəzifəliləri, ya xüsusi xidmət nümayəndələri, ya da regional nüfus sahibləri idilər. O gecəki söhbətdən nə danışıldı, heç kim dəqiq bilmir. Amma Cavadovun yaxın dostu sonradan dedi ki, Rövşən o gündən sonra digər adam oldu. Sanki nəsə ağır eşitdi. Sanki ona bildirdilər ki, oyun bitməyib, sadəcə ikinci mərhələyə keçir və ikinci mərhələdə o, artıq itkili tərəf ola bilərdi. Bəs həmin qonaq kimdir? Türkiyədən gələn bir məmurmu? Daxili xidmət rəhbərlərindənmi? Yoxsa Əliyevin ən yaxın dairəsindən birimi? Bu sual cavabsız qalır. Amma nəticə aydındır. Cavadov o gecədən sonra başa düşməli idi ki, OPON-un tərsilah edilməsi qaçılmazdı. Sual yalnız budur. Bu sülh yolu ilə olacaq, yoxsa silahlı qarşıdurma ilə? İndi isə gəlin ən qaranlıq suala toxunaq. Kim qazandı? Kimin xeyrinə oldu bütün bu hadisələr? Çünki siyasətdə, xüsusilə dövlət çevrilişi və silahlı böhran kontekstində ən vacib sual budur. Cui bono? Kimin xeyrinədir? Həqiqət budur ki, 1994-cü ilin oktyabr böhranından yalnız bir adam qazandı. Heydər Əliyev.
Surət Hüseynov siyasi səhnədən çıxarıldı. OPON hələ qaldı, amma artıq özünü hərbi müstəqil güc kimi qoruya bilməyəcək vəziyyətə düşdü. Neft müqaviləsi imzalandı və strateji əhəmiyyət qazandı. Amma daxildə müstəqil silahlı dəstələrin mövcudluğu bu müqavilənin gələcəyi üçün təhlükə idi. Qərb investorları və beynəlxalq neft konsorsiumları sabitlik istəyirdi. Silahlı dəstələr və müstəqil güc mərkəzləri deyil və Əliyev bunu yaxşı anlayırdı. Deməli, Cavadovun Əliyevin yanında dayanması təkcə Hüseynovun məğlubiyyətinə səbəb olmadı, həm də hakimiyyətin növbəti strategiyasını asanlaşdırdı. Əliyev indi deyə bilərdi, mən OPON-u Hüseynovdan ayırdım, indi isə OPON-u özü aradan götürməliyəm. Və bu məntiq artıq tərk silah əməliyyatlarının əsasını qoyurdu. Amma burada ən dəhşətli məqam odur ki, Cavadov bunu anlamadı və ya anlamaq istəmədi. O düşündü ki, Hüseynovla eyni tərəfdə olmamaqla özünü xilas etdi. Amma əslində o, sadəcə növbəti hədəf kimi növbəyə düşdü. Bu, klassik siyasi tələdir. Güclü liderlər əvvəl rəqiblərini bir-birinə vurarlar, sonra isə qalibi də aradan götürərlər. Və Cavadov təcrübəsizliyi ucbatından, bəlkə də situasiyaya olan çox yaxından baxması ucbatından bu böyük şəkli görə bilmədi. Beləliklə birinci mərhələ başa çatdı. Hüseynov məğlub edildi. Cavadov isə müvəqqəti xilas oldu. Amma məhz bu müvəqqətilik onun taleyini həll etdi. Çünki 5 ay sonra, 1995-ci ilin martında növbə ona çatdı və o zaman artıq heç bir xilas yolu qalmayacaqdı. Oktyabr hadisələrindən sonra 1994-cü ilin noyabr, dekabr, 1995-ci ilin yanvar və fevral aylarında tədricən gərginlik artır. OPON tərk silah olunmalıdır. Bu artıq aydın mesajdır. Amma Cavadov və onun adamları tərəddüd edirlər. Onlar düşünürlər. Axı biz Qarabağda döyüşdük. Biz hərbi şərəfimizi qoruduq. Niyə indi bizə düşmən kimi baxırlar? Və Daxili İşlər Naziri Ramil Usubovla Cavadov arasında ciddi gərginlik başlayır. Sual budur. OPON dinin tabeçiliyindədirmi, yoxsa müstəqil gücdürmü? Rəsmi versiya deyir ki, OPON tabeçiliyindədir. Amma praktikada OPON özünü müstəqil hiss edir və bu problemdir. Çünki hər hansı dövlət strukturunda müstəqil hiss edən silahlı qrup bir vaxt və ya başqa vaxt hakimiyyətə alternativ güc kimi qəbul olunar. Və Heydər Əliyev buna imkan verə bilməzdi. Keçmiş OPON əməkdaşı deyir. Yanvar və fevralda biz hiss edirdik ki, bir şey pis gedir. Amma hələ ümid var idi. Rövşən ağa bizə deyirdi ki, danışıqlar gedir. Biz tərksilah olunarıq, amma hörmətlə. Biz Daxili İşlər Nazirliyinin ayrıca bölməsi kimi fəaliyyət göstərəcəyik. Ya da orduya keçəcəyik. Amma heç vaxt qiyamçı sayılmayacağıq. Və o inanırdı. Amma mart gəldi. Mart. 1995-ci ilin martı. Azərbaycan tarixinin ən qara aylarından biri oldu. Çünki məhz o ayda Rövşən Cavadov və yüzlərlə onun adamı öldürüldü. Yaralandı, həbs olundu. Rəsmi versiya. OPON dövlət çevrilişi cəhd etdi. Alternativ versiya. OPON tərk silah olunmaq istəmədi və bunun üçün provokasiyaya məruz qaldı. Hansı versiya doğrudur? Hər ikisi qismən doğru ola bilər. Amma indiki mərhələdə bizim üçün vacib olan budur. Mart hadisələri Cavadov üçün son mərhələ idi. O gecə 17 mart 1995-ci il Cavadov öz bazasındaydı. Ətrafında onun sadiq döyüşçüləri. Hökumət qüvvələri bazanı mühasirəyə aldı. Tərk silah çağırışları oldu. Cavadov rədd etdi və sonra hücum başladı. Döyüş bir neçə saat çəkdi. Nəticədə Cavadov yaralandı. Onu xəstəxanaya apardılar. Amma yolda və ya xəstəxanada o qan itkisindən öldü. Burada 3 versiya mövcuddur. Birincisi, o döyüşdə aldığı yaranın ağırlığından öldü. İkincisi, ona vaxtında tibbi yardım göstərilmədi və bu qəsdən edildi. Üçüncüsü, o danışıqlara gedirdi, amma öldürüldü. Hansı versiya doğrudur, hələ də mübahisəlidir. Amma nəticə eynidir. Rövşən Cavadov 1995-ci ilin 17-ci martında öldü və onunla birlikdə OPON tarixi də bitdi. İndi isə gəlin əsas suala qaydaq. Surət Hüseynovun qiyamı həqiqətən Cavadovun ölüm fərmanına mı çevrildi? Cavabı budur, bəli, amma dolayısıyla. Çünki birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. Heydər Əliyev Cavadova demirdi,
Hüseynova qarşı dayansan, səni öldürəcəm. Xeyr, belə primitiv məntiq yoxdur. Amma strateji məntiq var. Əliyev hakimiyyəti mərkəzləşdirmək istəyirdi. Surət Hüseynov birinci maneə idi. Rövşən Cavadov ikinci maneə idi. Əliyev əvvəl Cavadovdan istifadə etdi ki, Hüseynovu aradan götürsün. Sonra isə Cavadovu özü aradan götürdü. Bu klassik divide e impera, parçala və hökmranlıq et strategiyasıdır. Və Cavadov bunu anlamadı. Bəlkə də anlaya bilməzdi. Çünki o, hərbi adam idi. Siyasi strateg deyildi. O düşünürdü ki, Hüseynovdan ayrılaraq özünü xilas edir. Amma əslində o, sadəcə təhlükəni 5 ay təxirə salırdı. Çünki OPON ləğv olunmalı idi. Bu, Əliyevin planının ayrılmaz hissəsi idi. Və Cavadovun təqsiri nə idi? Sadəcə bu. O, müstəqil silahlı gücə rəhbərlik edirdi. Və Azərbaycanda 1994-cü, 95-ci illərdə müstəqil silahlı güc mümkün deyildi. Beləliklə, birinci hissə başa çatır. Biz gördük ki, 1994-cü ilin oktyabr böhranında Cavadov necə Əliyevin yanında dayandı, Hüseynovu təcrid etdi və özü üçün müvəqqəti xilas əldə etdi. Amma biz həm də gördük ki, bu xilas yalnız illüziya idi. Çünki OPON-un taleyi artıq həll edilmişdi. Növbəti hissədə biz görəcəyik ki, Cavadov 1994-cü ilin noyabrından 1995-ci ilin martına qədər necə tədricən tələyə düşdü və nə üçün onun üçün xilas yolu qalmadı. Amma indiki mərhələdə son sual. Kim qazandı? Cavabı aydındır. Yalnız bir adam. Heydər Əliyev. Surət Hüseynov aradan getdi, Rövşən Cavadov aradan getdi, müstəqil silahlı dəstələr aradan getdi və Əliyev dövlət üzərində tam nəzarət əldə etdi. Neft müqaviləsi sabitlik fonunda həyata keçirildi. Xarici investorlar rahat nəfəs aldılar və Azərbaycan yeni bir dövrə daxil oldu. Mərkəzi hakimiyyət dövlətinə. Amma bu yoldan nə qədər qan töküldü və bu qurbanlıq qaçılmaz idimi? Yoxsa başqa yol da varmış? 1994-cü ilin noyabrında Bakının küçələrində zahirən sakitlik hökm sürürdü. Amma bu, fırtınadan əvvəlki o məşhur, aldadıcı sükut idi. Rövşən Cavadov və onun rəhbərlik etdiyi xüsusi təyinatlı polis dəstəsi hələ də öz bazalarında sivahlı və qürurlu şəkildə dayanırdılar. Lakin siyasi kularlarda onların taleyi artıq yazılmışdı. Heydər Əliyev üçün dövlət daxilində dövlət, ordu daxilində müstəqil ordu qəbul edilməz bir konsept idi. Və indi Surət Hüseynov təhlükəsi sovuşduqdan sonra bütün diqqət OPON-a yönəlmişdi. İlk zərbələr hərbi deyil, informasiya və inzibati cəbhədən gəldi. Dövlət mediası tədricən OPON-un imicini dəyişməyə başladı. Dünənin Qarabağ qəhrəmanları, cəbhədə qan tökən igidlər indi mətbuatda qaçaqmalçılıqda, qanunsuz əməllərdə, reketlikdə ittiham olunurdular. Xüsusilə Qazax və Ağstafa bölgələrində sərhəd ticarətinə nəzarət üstündə yaranan münaqişələr qabardılırdı. Bu, təsadüfi deyildi. Cəmiyyəti psixoloji cəhətdən qarşıdan gələn toqquşmaya hazırlamaq lazım idi. İnsanlar OPON-un ləğvini bir zərurət kimi qəbul etməliydilər. Cavadov bu dəyişikliyi hiss edirdimi? Əlbəttə. O, sadəlöv deyildi. Amma hələ də hansısa yazılmamış qanunlara inanırdı. O düşünürdü ki, onun xidmətləri, xüsusilə oktyabr hadisələrindəki mövqeyi ona bir növ toxunulmazlıq qazandırıb. Bəzi mənbələrə görə, o dəfələrlə yüksək rütbəli dövlət rəsmilərlə görüşməyə, vəziyyəti sülh yolu ilə həll etməyə çalışmışdı. Amma ona verilən yeganə şərt bu idi. Tam tərk silah olmaq və tabe olmaq. OPON döyüşçüləri üçün isə silahlarını təhvil vermək təkcə fiziki müdafiəsizlik deyil, həm də şərəflərinin tapdalanması demək idi. Onlar deyirdilər, biz silahı düşməndən almışıq, niyə indi öz dövlətimizə təhvil verməliyik? 1995-ci ilin martı gələndə gərginlik artıq pik həddə çatmışdı. Martın 12-sində Qazax və Ağstafa bölgələrində OPON qüvvələri ilə yerli hüquq mühafizə orqanları arasında silahlı toqquşmalar baş verdi. Rəsmi versiyaya görə OPON-çular dövlət binalarını ələ keçirməyə cəhd etmişdilər. Alternativ versiyalarda isə iddia olunur ki, bu, mərkəzi hakimiyyətin OPON-u qiyamçı kimi qələmə vermək üçün hazırladığı bir təxribat idi. Hər halda, bu hadisə Bakıdakı əsas əməliyyat üçün detonator rolunu oynadı. Martın 14-də Rövşən Cavadov televiziya vasitəsilə çıxış edərək, hakimiyyəti sərt tənqid etdi və istefalar tələb etdi. Bu artıq qırmızı xəttin keçilməsi idi.
O an Cavadov bəlkə də düşünürdü ki, xalq və ya ordunun bir hissəsi onu dəstəkləyəcək. Amma o, siyasi reallığı düzgün qiymətləndirməmişdi. Heydər Əliyev artıq güc strukturlarını tam nəzarətə almışdı və cəmiyyət yeni bir vətəndaş müharibəsi istəmirdi. İnsanlar yorulmuşdular. Martın 16-sından 17-sinə keçən gecə Bakının 8-ci kilometr qəsəbəsində yerləşən Opon bazası hökumət qüvvələri tərəfindən tam mühasirəyə alındı. Tanklar, zirehli texnikalar və minlərlə əskər bazanın ətrafına toplanmışdı. Gecənin qaranlığında atəş səsləri eşidilməyə başladı. Qardaş qanı tökülürdü. Hər iki tərəfdə azərbaycanlılar, bəlkə də dünən eyni səngərdə düşmənə qarşı vuruşan adamlar indi bir-birinə güllə atırdı. Bu məqamda tarix səhnəsinə başqa bir müəmmalı detal çıxar. Xarici müdaxilə iddiaları. Bəzi tədqiqatçılar və o dövrün şahidləri iddia edirlər ki, Cavadovun arxasında xarici kəşfiyyat dairələri dayanırdı. Hətta bəzi diplomatların adı bu qiyam cəhdində hallanırdı. Lakin bu iddialar heç vaxt tam rəsmi təsdiqini tapmadı. Bir versiyaya görə Cavadova xaricdən dəstək vəd edilmişdi. Amma həlledici anda o, tək buraxıldı. Digər bir versiya isə bunu sadəcə Cavadovu gözdən salmaq üçün uydurulmuş bir hekayə adlandırır. Həqiqət nə olursa olsun, o gecə bazada Cavadov və onun adamları tamamilə tək idilər. Martın 17-si səhər saatlarında, döyüşün ən şiddətli anında Rövşən Cavadov ağır yaralandı. Onun necə yaralanması və sonraki saatlarda nələr baş verməsi bu günə qədər mübahisə mövzusudur. Rəsmi məlumatlarda onun atışma zamanı aldığı güllə yarasından xəstəxanada vəfat etdiyi bildirilir. Lakin Oponçular və Cavadovun tərəfdarları fərqli bir mənzərə cızırlar. Onların sözlərinə görə, Cavadov danışıqlara getmək üçün ağ bayraq qaldıraraq bazadan çıxarkən vurulub. Daha dəhşətli iddia isə odur ki, o xəstəxanaya çatdırılsa da, qəsdən tibbi yardım göstərilməyərək qan itkisindən ölməsinə şərait yaradılıb. Cavadovun ölümü ilə Oponun müqaviməti də qırıldı. Baza alındı. Yüzlərlə Opon əməkdaşı həbs edildi. Onların çoxu uzun müddətli həbs cəzalarına məhkum olundu. Bəziləri isə ölkəni tərk etməyə məcbur qaldı. Bir neçə gün ərzində Azərbaycanın ən güclü, ən təcrübəli hərbi birləşmələrindən biri tarix səhnəsindən silindi. İndi illər sonra geriyə baxanda bu qanlı dramın əsl mahiyyəti daha aydın görünür. Rövşən Cavadov bir qəhrəman idimi, yoxsa hakimiyyət hərisi bir qiyamçı? Bəlkə də o sadəcə öz dövrünün, öz mühitinin qurbanı idi. O, müharibə qanunları ilə yaşamağa öyrəşmiş bir əskər idi. Amma düşdüyü meydan siyasət meydanı idi. Siyasətdə isə mərdlik, verilən söz və ya keçmiş xidmətlər yox, yalnız maraqlar və güc balansı işləyir. Heydər Əliyev bu böhrandan mütləq qalib kimi çıxdı. O, dövlətin inhisarında olmayan sonuncu silahlı gücü də məhv edərək, öz hakimiyyətinin təməllərini sarsılmaz etdi. Əsrin müqaviləsinin icrası üçün tələb olunan daxili sabitlik təmin edildi. Azərbaycan, xaotik 90-cı illərin əvvəllərindən çıxaraq, sərt mərkəzləşdirilmiş bir idarəetmə sisteminə qədəm qoydu. Amma o gecə, martın 17-sində tökülən qanlar Azərbaycan cəmiyyətinin yaddaşında dərin bir yara kimi qaldı. Keçmiş Oponçunun titrəyən əlləri, onun gözlərindəki o bitməyən çaşqınlıq əslində bütöv bir nəslin faciəsidir. Onlar vətəni qorumaq üçün silaha sarılmışdılar. Amma sonda öz vətənlərində düşmən elan edildilər. Rövşən Cavadovun taleyi isə siyasətin nə qədər amansız, gizli razılaşmaların isə nə qədər qısa ömürlü ola biləcəyini göstərən ən bariz, ən qanlı nümunə kimi tarixə yazıldı. Oyun bitmişdi. Fiqurlar lövhədən yığılmışdı və qalib artıq yeni bir partiyaya hazırlaşırdı. Yeni partiya isə artıq fərqli qaydalarla oynanılırdı. Mart hadisələrindən dərhal sonra ölkə boyu kütləvi həbslər dalğası başladı. Təkcə Opon döyüşçüləri deyil, onlara rəğbət bəsləyən, siyasi cəhətdən əlaqəli bilinən yüzlərlə insan dəmir barmaqlıqlar arxasına göndərildi. Məhkəmə prosesləri aylarla davam etdi. Rəsmi iddiamnamələrdə vətənə xəyanət, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi ağır maddələr yer alırdı. Lakin müttəhimlər kürsüsündə əyləşənlərin çoxu məhkəmə zallarında özlərini qiyamçı kimi deyil, aldadılmış və qurban verilmiş əskərlər kimi aparırdılar. Bəzi hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər o dövrdəki məhkəmə proseslərinin obyektivliyini sual altına alırdılar. İddia olunurdu ki,
Bir çox etiraflar təzyiq altında alınıb. Lakin rəsmi dövlət mövqeyi qəti idi. Qanunun aliliyi bərpa olunmalı, dövlətə qarşı silah qaldıran hər kəs cəzasını almalı idi. Bu sadəcə hüquqi bir prosedur deyildi, həm də cəmiyyətə verilən sərt bir mesaj idi. Mərkəzi hakimiyyətə qarşı hər hansı bir itaətsizlik ən ağır şəkildə cəzalandırılacaq. Rövşən Cavadovun qardaşı, prokurorluq sistemində yüksək vəzifə tutan Mahir Cavadov isə ölkədən qaçmağa müvəffəq oldu. Onun qaçışı, illərlə xaricdə mühacirətdə yaşaması və oradan verdiyi bəyanatlar bu qəliz hekayənin başqa bir qolunu təşkil edir. Mahir Cavadov qardaşının ölümündə birbaşa siyasi rəhbərliyi günahlandırır. Hadisələrin əvvəlcədən planlaşdırılmış bir sui-qəsd olduğunu iddia edirdi. Lakin bu iddialar sübuta yetirilməmiş siyasi bəyanatlar olaraq qaldı və Azərbaycanın daxili siyasi reallığına heç bir təsir göstərə bilmədi. Bəs o gecə sağ qalanlar, illərini həbsxanalarda keçirən, gəncliyini dəmir qapılar arxasında itirən o keçmiş döyüşçülər indi nə düşünürlər? Hekayəmizin əvvəlində xatırladığımız o keçmiş OPON əməkdaşı dərindən ah çəkir. Bizə qəhrəman olmaq öyrədilmişdi, o deyir. Amma siyasətçi olmaq öyrədilməmişdi. Biz elə bilirdik ki, düşmən yalnız səngərin o tayındadır. Başa düşmədik ki, ən təhlükəli döyüşlər kostyum geyinmiş adamların masaları arxasında gedir. Tarix qaliblərin qələmi ilə yazılır. Bugün Azərbaycanın rəsmi tarixində 1995-ci ilin mart hadisələri dövlətçiliyin xilas edildiyi, xaosun və silahlı qruplaşmaların birdəfəlik ləğv olunduğu bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Və obyektiv baxımdan bu arqumentin güclü əsasları var. Müstəqil dövlətin inkişafı, iqtisadi layihələrin həyata keçirilməsi üçün daxili sabitlik həyati əhəmiyyət daşıyırdı. Silahlı dəstələrin mövcudluğu bu sabitliyə birbaşa təhdid idi. Amma hər bir tarixi zərurətin bir insani bədəli var. Rövşən Cavadovun və onun ətrafındakı gənclərin faciəsi ondadır ki, onlar köhnə dövrün qaydaları ilə yeni dövrün reallıqları arasında sıxışıb qaldılar. Onlar keçid dövrünün qurbanları oldular. Bir zamanlar ehtiyac duyulan, lakin sonradan təhlükəyə çevrilən və nəhayət amansızlıqla ləğv edilən bir alət. Bugün Rövşən Cavadovun adı bəziləri üçün hələ də cəsarət və vətənpərvərlik simvolu, digərləri üçün isə dövlətə qarşı çıxmış bir asinin adıdır. Lakin onun hekayəsi şəxsi bir faciədən daha böyükdür. Bu, hakimiyyət uğrunda mübarizənin anatomiyasıdır. Bu, məqsəd vasitələrə bəraət qazandırır prinsipinin ən əyani sübutudur. Və ən əsası, bu siyasətdə heç bir vədin, heç bir keçmiş xidmətin mütləq təminat olmadığını göstərən qanlı bir dərslikdir. Gizli razılaşmaların qanlı finişi məhz belə olur. Səhnə arxasında verilən sözlər səhnədəki güllə səsləri ilə susturulur. Və tarix o güllələrin səsini eşidənlərin deyil, o güllələrə atmaq əmrini verənlərin adını yadda saxlayır. 28 il sonra Bakının dəyişmiş küçələrində gəzərkən o dövrün izlərini tapmaq demək olar ki, qeyri-mümkündür. Yeni binalar, parlayan şüşə fasadlar və müasir infrastruktur 90-cı illərin qaranlıq və qanlı xatirələrini öz altında bastırıb. Amma yaddaşları betonla örtmək olmur. Rəsmi salnamələrdə mart hadisələri dövlətçiliyin sınaqdan çıxdığı və xaosun qarşısının alındığı gün kimi qeyd olunur. Lakin alternativ yaddaşlarda, xüsusən də o gecəni yaşayanların xatirələrində bu bir nəslin qırılma nöqtəsidir. Bəzi tədqiqatçılar hesab edirlər ki, əgər o vaxt fərqli bir siyasi iradə nümayiş etdirilsəydi, bəlkə də qan tökülmədən kompromis yolu ilə OPON-u nizami orduya qatmaq olardı. Digər bir versiyaya görə isə bu toqquşma qaçılmaz idi. Çünki iki fərqli güc mərkəzi eyni dövlət daxilində uzun müddət mövcud ola bilməzdi. Dövlət maşını öz inhisarını təmin etmək üçün hər cür rəqabəti, hətta bu rəqabət dünənin qəhrəmanlarından gəlsə belə məhv etməyə məhkumdur. Bizim söhbət etdiyimiz keçmiş OPON əməkdaşı indi sadə bir həyat yaşayır. O, siyasətdən uzaqdır. Keçmiş silahdaşları ilə nadir hallarda görüşür. Bizim ən böyük səhvimiz, o dərindən nəfəs alaraq deyir, özümüzü əvəz olunmaz hesab etməyimiz idi. Biz elə bilirdik ki, Qarabağdakı xidmətlərimiz bizə hər şeyi bağışlayacaq, bizi toxunulmaz edəcək. Amma sistem hisslərlə deyil, hesablamalarla işləyir. Bu hesablamalar təkcə daxili deyildi. Neft müqaviləsinin imzalanmasından sonra beynəlxalq güclər Bakıda mütləq sabitlik tələb edirdi.
Qərb şirkətlər və xarici investorlar üçün küçələrdə müstəqil silahlı dəstələrin gəzməsi qəbul edilməz risk idi. Buna görə də bəzi siyasi analitiklərin fikrincə, OPON-un ləğvi təkcə daxili hakimiyyət mübarizəsinin deyil, həm də qlobal iqtisadi maraqların diktə etdiyi bir zərurətə çevrilmişdi. Bu versiyada Cavadov sadəcə daxili rəqib deyil, həm də böyük geosiyasi oyunun, milyardlarla dollarlıq investisiyaların yolunda duran bir maneə kimi görünürdü. Rövşən Cavadovun faciəsi onun cəsarətində deyil, zamanı və məkanı səhv salmasındaydı. O, hərbi taktikanı siyasi strategiya ilə dəyişik saldı. Düşündü ki, oktyabrda Surət Hüseynova qarşı mərkəzi hakimiyyəti dəstəkləməklə öz yerini möhkəmləndirir və təhlükəsizliyini təmin edir. Əslində isə, o, şahmat taxtasında rəqib fiquru vuran, lakin növbəti gedişdə özü qurban verilən bir piyadaya çevrilmişdi. Siyasət lövhəsində oyuncular dəyişir, amma qaydalar həmişə eyni qalır. Bugün onun adı ətrafında gəzən əfsanələr, qəhrəmanlıq dastanları və xəyanət nəzəriyyələri bir həqiqəti dəyişmir. 1995-ci ilin martında Azərbaycanın ən təcrübəli hərbi birləşmələrindən biri məhv edildi və bununla da ölkənin siyasi səhnəsində silahlı müxalifət dövrü birdəfəlik qapandı. Gizli razılaşmalar, tutulmayan vədlər və qanla yazılan sonluqlar. Bəzən tarix ən sərt dərslərini məhz ən sadiq bildiyi övladlarının qanı ilə yazır və o dərsləri oxumaq adətən çox gec olur. İndi o qanlı mart gecəsindən 10 illiklər keçdikdən sonra cəmiyyət hələ də bu mürəkkəb sualların cavabını axtarır. Bəziləri üçün Rövşən Cavadov və onun dəstəsi sadəcə tarixin arxivinə atılmış bir səhifədir. Lakin o səhifənin kənarlarında hələ də qurumamış qan ləkələri var. Siyasi təhlilçilər tez-tez qeyd edirlər ki, 90-cı illərin ortalarında baş verən bu hadisələr müasir Azərbaycanın siyasi DNT-sini formalaşdırdı. Əgər OPON ləğv edilməsəydi, bəlkə də ölkə hərbi qruplaşmaların daimi mübarizə apardığı bir xaos zonasına çevriləcəkdi. Bu, rəsmi və ən çox qəbul edilən praqmatik yanaşmadır. Amma o biri tərəfdə fərqli bir mənzərə var. Keçmiş OPON-cu müsahibəmizin son sözləri bu mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur. Biz dövləti qorumaq istəyirdik, amma dövlət bizi özünə ən böyük təhlükə bildi. Bəlkə də haqlı idilər, çünki silahlı adamın siyasətdə yeri yoxdur. Amma kaş ki bunu bizə güllə ilə yox, sözlə başa salaydılar. Bugün Rövşən Cavadovun məzarı üzərindəki sükut əslində çox şeydən xəbər verir. O sükut, hakimiyyət uğrunda gedən amansız mübarizənin, verilən və tutulmayan vədlərin, böyük geosiyasi oyunların və ən əsası, dövlət maraqlarından fərdlərin taleyindən nə qədər üstün olduğunun simvoludur. Surət Hüseynovun qiyamı ilə başlayan, Cavadovun neytrallaşdırılması ilə davam edən və nəhayət OPON-un qan içində boğulması ilə bitən bu zəncirvari reaksiya sadəcə bir neçə nəfərin deyil, bütöv bir epoxanın sonu idi. Tarix heç vaxt əgərləri sevmir. O yalnız baş vermiş faktları və o faktların nəticələrini qeyd edir. Və fakt budur ki, 1995-ci ilin martından sonra Azərbaycan bir daha əvvəlki kimi olmadı. Sivahlar sustu. Siyasətçilər danışmağa başladı. Neft buruqları Xəzərin sularında ucaldıqca, o qaranlıq günlərin xatirəsi də yavaş-yavaş dənizin dibinə çökdü. Amma bəzən, xüsusən də martın o soyuq gecələrində, külək hələ də o unudulmuş sualları pıçıldayır. Kim qazandı? Kim itirdi? Və ən əsası, bu qələbənin əsl qiyməti nə idi? Bakının yeraltı infrastrukturunda bir labirint var ki, heç kim onun harda başlayıb, harda bitdiyini dəqiq bilmir. 8-ci kilometr qəsəbəsindəki OPON bazasının altında rəsmi sxemlərdə görünməyən tunellər uzanır. Bunlar Sovet dövründən qalan hərbi qorunma sistemlərinin qalıqlarıdır. Lakin 1994-cü ilin payızında onlar başqa bir məna kəsb etməyə başladı. Cavadovun ən yaxın dövrəsindəki adamlardan biri, indi artıq yaşı 50-dən keçmiş mühafizəçi o tunelləri xatırlayanda üzündə qəribə bir ifadə peyda olur. Biz hər gecə o marşrutları yoxlayırdıq, o deyir, səsi titriyir. Rövşən ağa əmr vermişdi. Əgər gözlənilməz hücum olarsa, hamı bilməlidir ki, harda, hansı istiqamətdə hərəkət etmək lazımdır. O heç vaxt açıqdan demirdi, amma biz hiss edirdik ki, özümüzü çıxılmaz vəziyyətə hazırlayırıq. Bu tunellər təkcə fiziki qaçış yolu deyildi. Onlar Cavadovun düşüncə tərzinin get-gedə dərinləşən ehtiyat və
təhlükəsizlik hissinin maddi təzahürü idi. Oktyabr hadisələrindən sonra o, zahirən qəhrəman, hakimiyyətə sadiq bir lider kimi görünürdü. Amma gecələr işıqlar sönəndən sonra o xəritələrə baxır, yolları ölçüb biçir, hər ehtimala qarşı plan hazırlayırdı. Bir gün o dedi ki, arxayın olmaq ən böyük xətadır. Bu cümlə ona vəd olunmuş təhlükəsizliyə inanmadığını göstərirdi. Əgər həqiqətən Heydər Əliyevlə sabit razılaşma olsaydı, niyə bir komandir hər gecə yeraltı çıxış yollarını yoxlayırdı? Bu sual özü cavabdır. Cavadov arxasını tam güvənlikdə hiss etmirdi. Onun bu hərəkətləri baş verənlərin xəbərdar olması və bəlkə də nəzarətdə saxlanması ilə nəticələnirdi. Daxili İşlər Nazirliyinin strukturlarında ona münasibət get-gedə soyuyurdu. Ramil Usubovla olan münasibətlər rəsmi çərçivədə qaldı. Amma arxada kimsə çoxdan hesablamalara başlamışdı. Tunellər, çıxış yolları, ehtiyat planları, bütün bunlar yalnız bir şeyə dəlalət edirdi. Cavadov bir gün tələyə düşəcəyini və o tələdən çıxmaq üçün hazır olmalı olduğunu hiss edirdi. Amma real sual belə idi. Əgər tələ artıq qurulubsa, qaçış yolları heç bir kömək edə bilərmi? Noyabr və dekabr ayları ərzində OPON bazasına edilən texniki yoxlamalar tezləşdi. Hər dəfə bəhanələr fərqli idi. Təhlükəsizlik standartları, silah inventarizasiyası, profilaktik audit. Amma nəticə eyni idi. Hər yoxlamadan sonra Cavadov və onun döyüşçüləri özlərini biraz daha mühasirədə hiss edirdilər. Bir gün yanvar ayının axırlarında Cavadov ən sadiq komandirlərindən birini çağırdı və sakitcə dedi. Onlar bizi sayırlar. Neçə nəfərimiz var? Nə qədər silahımız var? Kim kimə sadiqdir? Və bir gün bu hesabat birinə təqdim ediləcək və o da qərar alacaq. O an otaqda olan adam soruşdu. Bəs biz nə etməliyik? Cavadov cavabında uzun bir sükutdan sonra dedi. Biz əskərik. Bizə əmr verilməyən heç nə etməməliyik. Amma əskər həm də düşüncə etməsini bilməlidir. İndi düşünmək vaxtıdır. Bu müddət ərzində Cavadovun həyatında başqa dəyişikliklər də baş verirdi. O, ailə adamı idi. Amma döyüşçü həyatı ailə ilə sıx ünsiyyət qurmağa imkan vermirdi. 1994-cü ilin sonunda o, evə get-gedə gec qayıdırdı. Həyat yoldaşı və uşaqları onu nadir görürdü. Bir dəfə yaxın qohumu xatırlayır ki, Cavadov bir ailə toplantısında çox yorğun görünürdü, amma üzündə məcburi bir təbəssüm vardı. Hər şey qaydasındadır, o deyirdi. Amma gözləri başqa söhbət danışırdı. Gözlərində yorğunluq, ehtiyat və hətta qorxu əlaməti var idi. Ailəsi bilmirdi ki, o dövrün hər gecəsi onun neçə sual təqib edir. Məni niyə təzyiq edirlər? Oktyabrda mən doğru tərəfi seçdim. Niyə indi mənə düşmən kimi baxırlar? Vəd olunan təhlükəsizlik hardadır? Bu sualların cavabı heç vaxt gəlmədi və bunun özü ən dəhşətli cavab idi. Fevral ayının ilk günlərində Rövşən Cavadovun səhhətində qəribə bir dəyişiklik hiss edilməyə başladı. O həmişə güclü, dözümlü, yorulmaz bir komandir kimi tanınırdı. Amma indi gözləri altında qaralmalar yaranmışdı. Əl-qolu tez-tez titrəyirdi. Gecələr yuxu yatmırdı. Yaxınları bunu gərginliyə, stresə, siyasi təzyiqin ağırlığına bağlayırdılar. Amma bir neçə nəfər başqa bir şey hiss edirdi. Sanki onun orqanizmi içərdən dağılırdı. Bir gün Cavadov öz şəxsi həkimini çağırdı. Bu həkim rəsmi tibbi sistem daxilində deyildi. Qarabağ müharibəsi dövründən tanışdılar. Cavadov ona dedi ki, ağır baş ağrıları, ürək döyüntüsü, tez-tez baş gələn zəiflik hiss edir. Həkim bəzi analizlər apardı, amma nəticələr bir mənalı deyildi. O, stres və psixoloji gərginlik diaqnozu qoydu. Amma Cavadov bu cavabdan qane olmadı. O soruşdu, məni zəhərləyə bilərlərmi? Həkim ilk anda bu suala şok oldu. Sonra isə ehtiyatla cavabladı. Əgər kiminsə belə niyyəti varsa, müasir üsullar o qədər incədir ki, standart analizlərdə görünməz. Bu söhbətdən sonra Cavadov daha da qapalı oldu. O artıq hər yediyi yemək, hər içdiyi su barədə düşünürdü. Bazada yeməkxana var idi. Amma o, tez-tez öz evinə qayıdıb, orada yemək yeyirdi. Bəzi günlər isə ümumiyyətlə az yeyirdi. Ətrafdakılar onun bu davranışına paranoyanın əlaməti hesab edirdilər. Amma Cavadov bir şey bilirdi ki, başqaları bilməyə bilərdi. 1994-cü ilin payızında, oktyabr böhranından qısa müddət sonra,
bir yüksək rütbəli hərbi məmur ona çox məxfi bir məlumat vermişdi. O dedi ki, keçmişdə Sovet xüsusi xidmətlərinin arsenalında elə zəhərlər var imiş ki, onlar tədricən, aylar ərzində orqanizmi zəiflədirdi və nəticədə adam ürək tutmasından və ya digər təbii səbəbdən ölmüş kimi görünürdü. Cavadov o zaman bu məlumata ciddi əhəmiyyət verməmişdi. Amma indi ağrılar gücləndikcə, o söhbət getdikcə daha real görünürdü. Fevral ayının ortalarında Cavadov ağır qərarla üz-üzə qaldı. Daxili İşlər Nazirliyindən gələn mesaj bir mənalı idi. OPON tərk silah olunmalı, bütün ağır silahlar təhvil verilməli, şəxsi heyət nizami deyinə qüvvələrinə bölüşdürülməlidir. Bu, sadəcə inzibati islahat deyildi. Bu, OPON-un ləğvi deməkdir. Cavadov bilirdi ki, bu proses başlayanda onun şəxsi təsiri, nüfuzu və ən əsası, fiziki müdafiə qabiliyyəti yox olacaq. O, illərlə qurduğu güc mərkəzi dağılacaq və o, adi vətəndar səviyyəsinə enəcək. Və o səviyyədə onun üçün heç bir təhlükəsizlik zəmanəti qalmayacaq. O günlərdə bazada keçirilən bir gizli müşavirədə Cavadov komandirlərini topladı. Söhbət uzun sürmədi, amma hər bir cümlə ağır idi. Bizi tərk silah etmək istəyirlər, o dedi. Əgər razılarsaq, biz dağılacağıq. Əgər müqavimət göstərsək, bizə düşmən deyəcəklər. Hər iki halda itiririk. Amma hansı şəkildə itirmək istəyirik? Otaqda dərin sükut hökm sürdü. Hər kəs başa düşürdü ki, bu seçim həyat və ölüm arasındakı seçimdir. Biri soruşdu. Bəs sən nə düşünürsən? Cavadov cavabında uzun bir nəfəs aldı. Mən düşünürəm ki, bizi hər halda məhv edəcəklər. Yalnız vaxt məsələsidir. Amma əgər biz indi təslim olsaq, bəlkə ailələrimiz sağ qalar. Lakin bazada başqa fikirdə olanlar da var idi. Xüsusilə gənc döyüşçülər Cavadovun bu təslimçiliyini qəbul etmirdilər. Onlar deyirdilər, biz Qarabağda vuruşduq, düşməni diz çöktürdük. İndi öz paytaxtımızda silahlarımızı təhvil verək. Xeyr, biz sona qədər müqavimət göstərəcəyik. Cavadov onların qəzəbini, ehtirasını başa düşürdü. Çünki özü də belə düşünən bir döyüşçü idi. Amma indi o, sadəcə döyüşçü deyildi. O, yüzlərlə adamın canından məsul olan komandir idi və bu məsuliyyət onu sıxırdı. Fevral sona çatanda Cavadovun səhhəti daha da pisləşdi. O artıq açıq-aşkar xəstə görünürdü. Gözləri batmışdı, üzü solğunlaşmışdı, əlləri daim titrəyirdi. Bir gün o özünü o qədər pis hiss etdi ki, xəstəxanaya getməli oldu. Amma orada getmədi, çünki etibar etmirdi. O, öz evində qaldı və yaxın dostu həkim onu müalicə etməyə çalışdı. Həkim dedi ki, sən yorğunluqdan tükənirsən, təxminən bir neçə həftə istirahət et. Amma Cavadov cavabında acı gülümsədi. İstirahət? İndi istirahət etmək ən təhlükəli şeydir. Çünki mən zəifləyəndə onlar hücuma keçəcəklər. Və o, haqlı idi. Mart ayının ilk günlərində təzyiq daha da artdı. Qazax və Ağstafa rayonlarında yerləşən OPON bölmələrinə birbaşa hərbi əməliyyat başladı. Rəsmi açıqlamaya görə, onlar qanunsuz əməllər həyata keçirirdi və tərk silah olunmalı idilər. Əslində isə bu, OPON-a birbaşa hücumun ilk mərhələsi idi. Cavadov Bakıdakı bazasında xəbərləri izləyir, telefon zəngləri alır, vəziyyəti qiymətləndirməyə çalışırdı. Amma hər saat gələn məlumatlar bir-birindən pisdi. Qazaxda qanlı toqquşmalar, Ağstafada həbs olunanlar, silahların müsadirəsi. Cavadov başa düşdü ki, mart ayı onun son ayı ola bilər. Martın ilk həftəsi Cavadovun ailəsi ilə əlaqələri demək olar ki, kəsildi. O artıq evə getmirdi. Bazada, öz otağında yaşayırdı. Yalnız gecələr, hər kəs yuxuya gedəndən sonra o telefonu götürüb evə zəng edirdi. Qısa, ağrılı söhbətlər. Necəsən? Yaxşıyıq. Uşaqlar necədir? Yaxşıdırlar. Hər iki tərəf bilirdi ki, bir şey qorxunc dərəcədə səhvdir, amma heç biri açıq deməyə cəsarət etmirdi. Həyat yoldaşı bir dəfə soruşdu. Nə vaxt qayıdacaqsan? Cavadov uzun sükutdan sonra dedi. Tezliklə. Hər şey bitəndən sonra. Amma o, özü də bilirdi ki, bu söz yalan idi. Hər şey bitəndən sonra o, ya həbsxanada, ya xəstəxanada, ya da qəbirdə olacaqdı. Ailə sirləri hər ailədə olduğu kimi, Cavadov ailəsində də var idi. Amma indi onlar daha dərin, daha ağır bir məna daşıyırdı.
Zavadovun balaca qızı, cəmi 6 yaşında, bir gün anasından soruşdu. Ata niyə evə gəlmir? O bizi sevmirmi? Ana ağlaya-ağlaya qızını qucaqlayıb dedi ki, xeyr, o sizi çox sevilir, amma indi ona icazə vermirlər. Qız soruşdu, kim icazə vermir? Ana cavab tapa bilmədi. Çünki necə izah edə bilərdi ki, atasına icazə verməyən güc nədir? Necə deyə bilərdi ki, siyasət ailələri necə parçalayır? Zavadovun qardaşı Mahir isə başqa bir faciənin ortasındaydı. O, prokurorluq sistemində işləyirdi və hüquq orqanlarının daxili mexanizmlərini yaxşı bilirdi. Fevral ayında o, bir neçə yüksək rütbəli həmkarından qeyri-rəsmi məlumat aldı ki, Rövşən Cavadova qarşı cinayət işi açılması ehtimalı mövcuddur. İttihamlar, silahların qanunsuz saxlanması, dövlət orqanlarına müqavimət, bəlkə də dövlət çevrilişinə hazırlıq. Mahir dərhal qardaşına məlumat vermək istədi. Amma bilirdi ki, telefon danışıqları dinlənilir. O şəxsən bazaya getdi. Görüşlərində Mahir dedi ki, Rövşən, sənə qarşı iş açılacaq, səni tutacaqlar, qaçmalısan. Cavadov isə sakitcə cavabladı. Hara? Haraya qaçım? Türkiyəyə, Rusiyaya? Və dostlarımı, ailəmi, əskərlərimi burada buraxım? Xeyr, mən qaçmayacam. Əgər taleyim tutulmaqdırsa, tutulacam. Amma düşmən kimi deyil, öz torpağımın oğlu kimi. Bu söhbətdən bir neçə gün sonra Mahir özü axtarışa alındı. Ona ittiham irəli sürüldü ki, qardaşının qanunsuz hərəkətlərindən xəbəri olub və bildirməyib. Mahir başa düşdü ki, tələ hər iki qardaşı əhatə edib. O qərara gəldi, qaçmalıdır və qaçdı. Sərhədləri keçdi, Türkiyəyə çatdı və oradan Avropaya. O, xaricdən Rövşənə məktublar yazdı, amma heç biri onun əlinə çatmadı. Və martın 17-sinə qədər iki qardaş bir-birini görmədilər. Biri xaricdə, sürgündə, qaçqın kimi, digəri isə Bakıda, mühasirədə, həlak olmağa hazır bir komandir kimi. Cavadov ailəsi bu günlərdə nə yaşadı, təsəvvür etmək belə çətindir. Analar, həyat yoldaşları, uşaqlar. Onlar televizorda xəbərləri izləyir, səsləri eşidir, amma nə olduğunu başa düşə bilmirdilər. OPON qiyam edir. Cavadov qardaşları dövlət çevrilişi hazırlayır. Terror aktları planlaşdırılır. Bu başlıqlar gecə-gündüz eşidilirdi və hər bir başlıq ailənin üzərinə yeni bir ağırlıq gətirirdi. Onlar özlərini təqsirkar, təcrid olunmuş, təhlükədə hiss edirdilər. Qonşular artıq onlarla salamlaşmırdı. Dostlar uzaqlaşırdı. Hətta yaxın qohumlar ehtiyatlanırdı. Cavadov ailəsi cəmiyyətdə damğalanmışdı. Martın 15-də gecə saat 23-ə yaxın Cavadov nəhayət evə zəng etdi. Telefonu həyat yoldaşı götürdü. Onun səsi çox zəif, çox yorğun idi. Mən səni sevirəm, o dedi. Uşaqları sevirəm, hər şey üçün üzr istəyirəm. Həyat yoldaşı hönkürdü. Niyə belə danışırsan? Sanki vidalaşırsan. Cavadov sakitcə cavabladı. Çünki bəlkə də vidalaşıram. Sabah çox şey baş verə bilər. Amma bil ki, mən heç vaxt xain deyildim. Mən vətənimi sevirdim və hər şeyi düz etməyə çalışdım. Daha danışmadılar. Telefon kəsildi və bu onların son söhbəti idi. İndi illər sonra o ailəni tapmaq çox çətindir. Onlar adlarını dəyişdilər. Şəhərdən çıxdılar. Gizlənməyi seçdilər. Çünki Cavadov adı onlar üçün təkcə ad deyil, həyat boyu daşıdıqları yük oldu. Bəziləri onu fəxrlə daşıyır, bəziləri isə inkar edir. Amma hər halda o ad altında böyük bir ailə faciəsi yatır. Və o faciənin ən dəhşətli tərəfi budur ki, Cavadov ailəsi heç vaxt bilməyəcək. Rövşən həqiqətən qiyam edirdi, yoxsa onu qiyama məcbur etdilər. O həqiqətən düşmən idi, yoxsa sistemin qurbanı. Və ən əsası, onun son gecəsində başına gələnlər həqiqətən döyüşün nəticəsi idi, yoxsa qəsdən planlaşdırılmış bir edam. Martın 16-sından 17-sinə keçən gecə başlayanda Cavadov bilirdi ki, bu sonuncu gecədir. O tunellərin xəritəsinə baxdı, silahlarını yoxladı, əskərlərinə son görsətmələr verdi. Amma daxilində bir şey sındı. Çünki o anladı ki, ailə onu xilas edə bilməyəcək. Dost onu xilas edə bilməyəcək. Hətta tunel də onu xilas edə bilməyəcək. Tələ o qədər mükəmməl qurulmuşdu ki, çıxış yolu yox idi. Və o gecə
Cavadov son dəfə öz ailəsini xatırladı. Balaca qızını, həyat yoldaşını, qardaşını və özünə söz verdi. Əgər ölməli olsa belə, düşmənə arxa çevirmədən ölsün. Martın 16-sı axşamı Daxili İşlər Nazirliyinin arxiv şöbəsində bir şey baş verdi ki, o heç vaxt rəsmi qeydlərə düşmədi. Gecə növbətçisi 35 yaşlı kiçik çavuş əmr aldı. Müəyyən sənədləri götürüb xüsusi paketə yerləşdirmək. Hansı sənədlər? O bilmirdi. Kimin əmri? Yuxarıdan. Nə üçün? Soruşmaq olmaz. O arxiv rəflərinin arasında gedərkən əllərinin titrədiyini hiss etdi. Qovluqlar ağır idi. Üzərində qırmızı ştamp. Çox məxfi. Yalnız səlahiyyətlilər üçün. İçində nə var idi? Rövşən Cavadovun Qarabağdakı əməliyyatları haqqında hesabatlar. OPON-un silah inventarizasiyası. Əlaqələr sxemi. Telefon danışıqlarının stenoqramları. Tibbi kartlar. Və ən maraqlısı, 1994-cü ilin oktyabr hadisələri ilə bağlı gizli protokollar. O protokollarda hansı razılaşmalar təsvir olunurdu, kiçik çavuş heç vaxt bilməyəcəkdi. Çünki o qovluqlar növbəti gün yandırıldı. Rəsmi versiyaya görə köhnə, artıq lazımsız materiallar məhv edildi. Real versiyaya görə isə Cavadov işi başlamazdan əvvəl bütün ziddiyyətli sübutlar aradan götürülməli idi. Amma hər şey yox edilə bilməzdi. Bəzi insanlar vardı ki, onların yaddaşını yandırmaq mümkün değildi. Onlardan biri keçmiş daxili xidmət zabitidir. 1994-cü ildə prezident aparatı ətrafında təhlükəsizlik qrupunda işləyib. O indi qocalıb, saçları ağarıb, amma o günlər hələ də gözlərində yaşayır. Oktyabr hadisələrindən sonra o uzun sükutdan sonra danışır. Bizə yuxarıdan xüsusi göstəriş verildi. Cavadov və onun adamları barədə məlumat toplamaq. Kiminlə görüşür, nə danışır, necə hərəkət edir. Hər şey qeydə alınmalıydı və qeydə alınırdı. Biz onun hər addımını izləyirdik. Telefon, rabitə, görüşlər, heç nə gizli qalmırdı. Və bir gün bizə dedilər ki, toplanan materiallar xüsusi dosyaya yerləşdirilsin. Kod adı tərəddüd. Niyə belə ad? Bilmirəm. Amma məna aydın idi. Cavadov tərəddüd edən adamdı. O nə tam sadiqdir, nə də tam düşmən. Və belə adamlar sistem üçün ən təhlükəli olur. Arxivlərdə Cavadov haqqında iki növ material var idi. Birincisi açıq, rəsmi. İkincisi gizli, yalnız xüsusi kodla açılan. Açıq materiallar onun Qarabağdakı qəhrəmanlıqlarını, mükafatlarını, xidmətlərini təsvir edirdi. Gizli materiallar isə başqa bir adamı göstərirdi. Həmin materiallarda Cavadovun hansı şəxslərlə görüşdüyü, hansı mövzularda narazılığını ifadə etdiyi, hansı hallarda əmrə tabe olmadığı sənədləşdirilmişdi. Və ən təhlükəli fakt, onun OPON-u tam müstəqil hərbi qüvvəyə çevirmək fikri. Bu heç yerdə açıq yazılmamışdı, amma əməliyyat təhlilində bu nəticə açıq-aydın göstərilirdi. Cavadov sistemdən kənara çıxmaq istəyən adamdı və sistem buna imkan verə bilməz. Mart hadisələrindən 2 gün əvvəl, 15-ci axşam, arxiv şöbəsindən təxminən 100 səhifəlik material götürülüb aparıldı. Kiçik çavuş yenə növbədə idi. O xatırlayır ki, material aparan zabit çox gərgin idi, əlləri titriyirdi. Bu sənədləri heç kim görməməlidir, zabit pıçıltı ilə dedi. Əgər kimsə soruşsa, heç nə bilmirsən, başa düşdünmü? Çavuş başını tərpətdi. O soruşmaq istədi. Bəs niyə onda onları yazmısınız? Amma susmağı üstün tutdu. Zabit çıxdıqdan sonra çavuş düşündü. Görəsən o səhifələrdə nə yazılıb ki, onları gün işığına çıxarmaq olmaz? Bəlkə Cavadovla kimsə arasında razılaşma haqqında məlumat? Bəlkə ona verilmiş vədlər? Bəlkə xəyanət faktları? Heç vaxt bilməyəcəkdi. Çünki o sənədlər yandırıldı və külləri Xəzərə töküldü. İndi, illər sonra, tədqiqatçılar Cavadov işini araşdıranda ən böyük problemlə üzləşirlər. Sənədlər yoxdur. Və ya daha dəqiq desək, rəsmi sənədlər var, amma onlar yalnız bir tərəfin versiyasını əks etdirir. Cavadovun özünün heç bir yazılı izahatı, müdafiəsi, sözü qalmayıb. Məhkəmə materialları var, amma məhkəmə özü baş tutmayıb, çünki Cavadov sağ qalmayıb. Beləliklə, tarix yalnız qalib tərəfin rəvayətindən yazılıb və bu rəvayətdə Cavadov qiyamçıdır, xaindir, dövlət çevrilişi cəhdinin təşkilatçısıdır. Amma alternativ versiyalarda o, qurban,
aldadılmış, tələyə salınmış və fiziki cəhətdən məhv edilmiş bir komandirdir. Həqiqət, bəlkə də hər iki versiyanın arasında bir yerdədir. Amma sənədlər yandırılanda, həqiqət də onlarla birlikdə yanır. Cavadov çoxdan anlamışdı ki, onun bədəni daxildən dağılır. 1994-cü ilin payızından etibarən başlayan zəiflik, yorğunluq, ağrılar artıq davam edirdi. Qarabağ döyüşlərində o yaralanmış, partlayışların yaxınlığında olmuş, stres və aclıq keçirmişdi. Amma o vaxtlar orqanizmi döyüşürdü, sağalırdı, güclənirdi. İndi isə sanki bədən özü-özünə təslim olurdu. Yanvardan etibarən saçları sürətlə ağarmağa başladı. 36 yaşında olan bir adam mart ayında 50 kimi görsənirdi. Gözləri batmışdı, sifət dərisi saralmışdı, əlləri daim soyuq qalırdı. Nəfəs darlığı tez-tez baş verirdi. Bir gün o güzgüyə baxdı və özünü tanımadı. Bu mənəmmi? O özünə soruşdu və cavab tapmadı. Onun şəxsi həkimi, Qarabağdan tanış köhnə döyüş yoldaşı çoxdan təşvişə düşmüşdü. O, Çavadovu müayinə etdi və dedi ki, ürək-damar sistemində ciddi problemlər var. Stres hormonu səviyyəsi həddindən artıq yüksəkdir. İmmun sistem zəifləyib. Sən özünü öldürürsən, həkim dedi. Bu tempə davam etsən, orqanizm dözməyəcək. Cavadov soruşdu. Bəs nə etməliyəm? Həkim cavabladı. Hər şeyi buraxıb dincəlməli. Təmiz havada, ailənlə vaxt keçirməli. Düşüncələrdən uzaqlaşmalısan. Cavadov acı təbəssüm etdi. Yəni ölməliyəm. Çünki mən hər şeyi buraxsam, məni öldürəcəklər. Mən yaşamaq istəsəm, döyüşməliyəm. Döyüşsəm, orqanizm dözməyəcək. Görürsənmi? Hər halda son eynidir. Həkim o gün bir şey daha dedi. Amma Cavadova açıq deməkdən çəkindi. O, özü də tibb elminin praktiki tərəflərini yaxşı bilirdi və Sovet dövründə xüsusi xidmətlərin hansı üsullardan istifadə etdiyini eşitmişdi. Ağır metalların kiçik dozalarla verilməsi, radionukleidlərin izləri, bioloji aktiv maddələr. Belə zəhərlənmələr standart analitik üsullarla aşkar olunmur. Çünki onlar tədricən, aylar ərzində toplanır və adi xəstəlik kimi görünür. Həkim Cavadovdan qan və sidik nümunələr götürmək istədi, amma özü də bilirdi ki, adi laboratoriyalarda bu maddələri tapmaq mümkün deyil. Xüsusi avadanlıq lazımdır, xüsusi mütəxəssislər, xüsusi icazə və heç bir əl çatan deyildi. Beləliklə, həkim sustu və Cavadov da sustu. Hər ikisi eyni şeyi düşünürdü, amma heç biri səslə demədi. Bəlkə də onu zəhərləyirlər. Fevral və mart aylarında Cavadovun görünüşü o qədər dəyişdi ki, hətta bazadakı döyüşçülər narahat olmağa başladılar. Əvvəllər o, onların önündə həmişə gülər üzlü, enerjili, güclü görünməyə çalışırdı. Amma indi bu mümkün deyildi. O, yorğun addımlarla gəzir, tez-tez dayanıb nəfəs alırdı, çox az danışırdı. Bəziləri deyirdi ki, Rövşənara xəstələnib, istirahət etməlidir. Başqaları isə pıçıltı ilə bir başqa fikir söyləyirdi. Sanki onu məhv edirlər, amma yavaş-yavaş, görünməz şəkildə. Və bu versiya get-gedə daha çox yayılırdı. Çünki Cavadovun yaşadığı fiziki dağılma, döyüş yaralarından, stresdən və yorğunluqdan daha dəhşətli bir şeyə bənziyirdi. O sanki içərdən çürüyürdü. Martın 15-də hadisələrdən 2 gün əvvəl Cavadov özünü o qədər pis hiss etdi ki, yerindən qalxa bilmədi. Döyüşçülər onu otağına apardılar, yatırdılar. Həkim çağırıldı. O gəldikdə Cavadov ürək nahiyəsində kəskin ağrıdan, təng nəfəsdən şikayətlənirdi. Təzyiq çox yüksək idi, nəbz qeyri-sabit. Həkim təcili tibbi müdaxilə tələb etdi. Xəstəxanaya aparılmasını təklif etdi. Amma Cavadov qəti şəkildə rədd etdi. Xəstəxanaya gedəndə sağ qayıtmayacam. O zəif səslə dedi. Heç olmasa burada, öz adamlarımın arasında ölməyi üstün tuturam. Həkim çarəsizlik içində baxdı. O, ürək çatışmazlığı əleyhinə dərmanlar, ağrı-kəsicilər, sakitləşdiricilər verdi. Amma bilirdi ki, bunlar yalnız simptomları bir neçə saat gizlədə bilər. Əsl problem daha dərindir və o problemi həll etmək həkimin əlində deyil. O gecə, 15-dən 16-sına keçən gecə, Cavadov yatağında uzanaraq tavana baxdı. Bədəni ağrıyırdı, amma bu ağrı artıq adilənmişdi. Daha dəhşətlisi, ürəyindəki ağrı idi. O özünə üz tutdu. Mən nə üçün yaşayıram? Qarabağ üçün döyüşdüm, vətən üçün qan tökdüm. Sonra Hüseynov qiyamını dayandırmaqda kömək etdim, dövləti xilas etdim. İndi isə məni düşmən adlandırırlar. Ailə məndən qorxur,
Dost məndən qaçır. Vətən məni atır. Deməli mən səhv etmişəm. Amma harda? Nə zaman? Və indi bunu necə düzəldə bilərəm? Cavabı yox idi və o anladı ki, cavab olmayacaq. Çünki oyun bitib. Şahmat taxtasında yalnız bir hərəkət qalıb. Şahmat. Və o, mat onu gözləyir. Həmin gecə Cavadov nəhayət yuxuya getdi. Yuxuda o Qarabağdaydı, döyüşdə. Düşmən hücum edirdi. Amma o və onun adamları dayanırdı, atəş açırdı, qəhrəmancasına vuruşurdu. Və sonra qələbə. Onlar qalib gəldi, bayraq qaldırıldı. İnsanlar sevinclə qışqırırdı və Cavadov özünü xoşbəxt hiss etdi. Amma yuxu qəfil kəsildi. O gözlərini açdı. Otaq qaranlıq idi. Kənardan silah səsləri eşidildi, real silah səsləri və o başa düşdü. Döyüş başlayıb. Daha yuxu yoxdur. Artıq real həyat var və real ölüm. Cavadov uzun illər ərzində çoxlu döyüşlərdə olub, ölümü görmüş, hətta ölümün yanından keçib qurtarmışdı. Amma hər dəfə o, ölümü düşmənin tərəfində təsəvvür edirdi. Düşmən ordusu, düşmən atəşi, düşmən zərbəsi. Amma mart hadisələrində o, tamam başqa bir dəhşətlə üzləşdi. Ölüm öz tərəfdən gəlirdi. Bakını mühasirə edən tanklar Azərbaycanlıların tankı idi. Atəş açan əskərlər Azərbaycanlı əskərlər idi. Əmri verən zabitlər Azərbaycanlı zabitlər idi. Və bu Cavadov üçün ən ağır psixoloji zərbə oldu. Çünki o, bütün həyatını bir vətəni, bir bayrağı qorumağa həsr etmişdi. İndi isə o bayraq özü onun əleyhinə çevrilmişdi. Martın 16-sından 17-sinə keçən gecə bazanı mühasirəyə alan qüvvələrin sayı minlərlə idi. Tanklar, zirehli texnikalar, ağır silahlar, havada helikopterlər uçurdu, kəşfiyyat aparırdı. Savadov pəncərədən bayra baxdı və gördü ki, tələdən çıxış yoxdur. Əgər o təslim olsa, onu həbs edəcək. Bəlkə də diri buraxmayacaqlar. Əgər müqavimət göstərsə, qan tökülməsi qaçılmaz olacaq. Və nəticə yenə eyni. Məğlubiyyət və ölüm. Amma üçüncü bir variant da vardı və Cavadov bu variant barədə düşünməyə başladı. Danışıqlar. Sülh yolu ilə həll. Bəlkə də hələ vaxt var. Bəlkə də kimsə dinləyər. Gecə yarısı Cavadov komandirlərini topladı. Söhbət çox qısa oldu. Biz mühasirədəyik, o dedi. Əgər döyüşsək, hamımız öləcəyik. Mən bunu istəmirəm. Mən danışıqlara çıxmaq istəyirəm. Kim mənimlə gəlmək istəyir? Otaqda sükut hökm sürdü. Sonra biri, ən cavan komandir dedi. Rövşən ağa, sizi öldürəcəklər. Danışıq bəhanədir. Sizi tələyə salmaq üçündür. Cavadov sakitcə cavabladı. Bilirəm. Amma başqa şans yoxdur. Mən ağ bayraq götürüb çıxacam. Əgər məni vurlarsa, deməli onların niyyəti əvvəldən qətl idi. Amma əgər dinləsələr, bəlkə siz xilas olarsınız. Səhər tezdən, martın 17-si, Cavadov özünü geyindirdi. Formasını, çəkmələrini. Silahını götürmədi. Çünki ağ bayraq silahla birgə getmir. O sadəcə bir ağ parça götürdü və bayıra çıxdı. Bazanın həyətində adamlar onu gözləyirdi. Hamısı sakitdi. Bəziləri ağlayırdı. Onlar bilirdi ki, Cavadov qayıtmayacaq. Cavadov onlara son dəfə üz tutdu. Mən sizin üçün danışacağam. Bəlkə dinləməyəcəklər. Bəlkə məni öldürəcəklər. Amma siz silahları təhvil verin. Həyatınızı xilas edin. Ailəniz sizə ehtiyacı var. Vətən sizə ehtiyacı var. Amma ölü igidə heç kimin ehtiyacı yoxdur. O dönüb qapıya tərəf getdi. Ağ bayraq əlində idi. O qapını açdı və o anda atəş səsi eşidildi. Dəqiq olaraq kim atəş açdı, heç vaxt müəyyənləşdirilmədi. Bəzi mənbələrə görə Cavadov bazadan çıxarkən snayperin atəşinə məruz qaldı. Başqa mənbələrə görə mühasirə edən qüvvələr avtomatik atəş açdı və Cavadov yaralandı. Üçüncü versiya deyir ki, o bazanın daxilində öz adamlarının yanında yaralanıb, çünki təsadüfi güllə otağa daxil olub. Hansı versiya doğrudur? Heç kim bilmir. Çünki hadisənin obyektiv şahidi yoxdur. Amma nəticə bəllidir. Cavadov yaralandı. Ağır yaralandı. Bağırsaq nahiyəsinə güllə dəydi. Qan itkisi böyük idi. Yaralı Cavadovu döyüşçülər daxarı gətirdilər. O hələ huşu idi, amma çox zəif idi.
Həkim dərhal təcili əməliyyat lazım olduğunu dedi. Amma bazada əməliyyat aparmaq mümkün deyildi, çünki avadanlıq, ləvazimat yox idi. Təcili xəstəxanaya aparılmalı idi. Amma necə? Bazadan çıxış yolu yox idi. Mühasirə davam edirdi. Əlaqə yaratmağa çalışdılar. Təcili tibbi yardım tələb etdilər. Və nəhayət cavab gəldi. Təslim olun. Silahları təhvil verin. Sonra yaralıları apararıq. Zavadov bu şərti eşidəndə anladı ki, bu yenə tələdir. Çünki təslim olduqdan sonra onu aparmayacaqlar. Sadəcə ölməsinə icazə verəcəklər. Və belə də oldu. Təslim olundu. Silahlar təhvil verildi. Amma Zavadov hələ də orada, bazanın daxilində, öz qanının içində uzanırdı. Keçən hər dəqiqə onun həyatını apararaq gedirdi. Həkim ona ağrı kəsici vurdu. Qanaxmanı dayandırmağa çalışdı. Amma bütün bunlar artıq kömək etmirdi. Zavadov baxdı ki, ölür. Və son dəqiqələrdə o, qəribə bir sakitlik hiss etdi. Artıq ağrı yox idi. Artıq qorxu yox idi. Yalnız yorğunluq və təslim olma. O gözlərini yumdu və pıçıltı ilə dedi, mən düşmən deyildim, mən vətənimi sevirdim. Və bunlar onun son sözləri oldu. Zavadov vəfat etdi. Rəsmi vaxt, martın 17-si, səhər 9-da. Səbəb, döyüş yaralanması və qan itkisi. Real səbəb, sistemin onu məhv etmək qərarı. Və bu qərar çoxdan, bəlkə də 1994-cü ilin oktyabrında qəbul edilmişdi. Martın 17-sindən sonraki saatlar Azərbaycan tarixinin ən qaranlıq, ən ziddiyyətli məqamlarından birinə çevrildi. Rövşən Cavadovun ölümü rəsmən elan olundu. OPON bazası tam nəzarətə alındı. Yüzlərlə döyüşçü həbs edildi. Amma bir şey itdi. Həmin gün bazada axtarış əməliyyatı keçirən xüsusi qrupun komandiri sonralar gizli söhbətdə etiraf etdi ki, onlara tapılması vacib olan materialların siyahısı verilmişdi. Hansı materiallar? Cavadovun şəxsi qeydlər dəftəri, oktyabr hadisələri ilə bağlı səs yazmaları və ən əhəmiyyətlisi, gizli danışıqların protokolları. Bu sənədlər heç vaxt tapılmadı. Bəzi versiyalara görə onlar əməliyyatdan əvvəl məhv edilib. Başqa bir versiya deyir ki, Cavadov özü bunları son gecə yandırıb. Üçüncü, ən maraqlı versiya isə budur. Materiallar tapılıb, amma gizlədildi. Çünki onların içində elə məlumatlar var imiş ki, rəsmi versiyaya tamamilə ziddidir. İndi, illər sonra, keçmiş hərbi prokuror, o dövrdə OPON işinə baxan müstəntiqlərdən biri səsini alçaldıb danışır. O deyir ki, mart hadisələrindən bir həftə sonra ona xüsusi tapşırıq verildi. Bütün əldə edilmiş materialları nəzərdən keçirmək və yalnız cinayət işinə uyğun olanları seçmək. Uyğun olmayan nə idi, mən soruşuram. O, uzun sükutdan sonra cavablayır. Məsələn, Cavadovun oktyabrda aldığı təminatlar haqqında notlar. Məsələn, hansı vəzifəli şəxslərin ona söz verdiyinə dair səs yazmaları. Və ən maraqlısı, mart hadisələrindən əvvəl onun danışıqlara getmək barədə rəsmi müraciət məktubu. Belə bir məktub mövcud idi. Orada yazılmışdı ki, Cavadov tərksilah olmağa hazırdı, amma təkcə bir şərtlə, onun və adamlarının həyatına təminat verilsin. Bu məktuba cavab gəlmədi və sonra hücum başladı. Bu material cinayət işinə daxil edilmədimi? Xeyr. Niyə? Çünki o, rəsmi versiyaya zidd idi. Rəsmi versiya deyirdi ki, Cavadov qiyamçıdır, tərksilah olmaq istəməyib, dövlət çevrilişi hazırlayıb. Amma məktub göstərirdi ki, o əslində sülh yolu axtarıb. Deməli, məktub yox olmalı idi və yox oldu. Keçmiş prokuror əlavə edir. Mən həmin məktubu öz gözlərimlə görmüşəm. Sonra bir gün prokuror məni çağırdı və dedi ki, bu sənəd işdən çıxarılmalıdır, çünki o, istintaq prosesini pozur. Mən etiraz etmək istədim, amma başa düşdüm ki, bu əmrdir və mən itaət etdim. İndi peşman oluram, amma o zaman qorxdum. İtirilmiş sübutlar yalnız sənədlər deyildi. Cavadovun ölümündən sonra onun cəsədi tibbi məhkəmə ekspertizasına göndərildi. Rəsmi ölüm aktında yazıldı. Güllə yaralanması, qan etkisi. Amma ekspert qrupunda işləyən köməkçi həkim, indi artıq təqaüddə olan qoca bir kişi başqa bir şey xatırlayır. O deyil ki, cəsədin bağırsaq və qaraciyər toxumalarında qeyri-adi rəng dəyişikliyi aşkar edildi. Laboratoriya analizləri aparıldı, amma nəticələr heç vaxt açıqlanmadı. O soruşdu, bəs niyə? Cavab aldı. Bu istintaq sirrindəndir, lazım deyil. Və daha heç kim sual vermədi.
İndi o köhnə həkim düşünür. Görəsən o toxumalarda nə tapılmışdı? Bəlkə ağır metallar, bəlkə radionuklidlər, bəlkə heç nə. Heç vaxt bilməyəcək. Çünki toxumalar yandırıldı, rəsmi qaydaya uyğun olaraq və heç bir iz qalmadı. Mart hadisələrindən sonra bazada qalan döyüşçülər arasında axtarış davam etdi. Kimlərsə Cavadova yaxın olan adamları, onun sirdaşlarını, etibar etdiyi komandir və sərkərdələri tapıb dindirmək istəyirdi. Amma maraqlı fakt budur ki, ən yaxın 4-5 adam heç vaxt tapılmadı. Onlar sanki havaya uçub yox oldular. Rəsmi açıqlamaya görə, onlar şəhiddən sonra qaçdılar, sərhəddən keçdilər, ölkəni tərk etdilər. Amma əsl sual budur, necə qaçdılar? Bazadan çıxış nəzarətdə idi, şəhər mühasirədə idi, hava limanları, yollar, sərhəd keçidləri bağlı idi. Bəs necə? Cavabı yalnız bir ola bilər. Kimsə onlara kömək etdi. Kimsə sistemin daxilindən onlara qaçış marşrutu təmin etdi. Və bu o deməkdir ki, bəzi adamlar Cavadovun tamamilə məhv olmasını istəmirdilər. Bəlkə ona borclu idilər. Bəlkə vicdanları narahat idi. Bəlkə gələcəkdə onların ehtiyacı olacaqdı. Hər nə olursa olsun, bu adamlar itdilər və heç vaxt tapmadılar. Onlar indi hardasa yaşayırlar və yalnız onlar bilirlər ki, martın 17-sində həqiqətən nə baş verdi. Amma ən böyük itmiş sübutlardan biri indi burada, bu otaqda qarşımda oturur. Keçmiş xüsusi xidmət zabiti. O, 1994-cü ilin oktyabrında Heydər Əliyevin təhlükəsizlik qrupunda işləyib. İndi yaşı 70-ə çatır, əlləri titrəyir, səsi zəifdir, amma yaddaşı hələ də kəskindir. O ilk dəfədir ki, danışmağa razılaşır. Niyə indi? Çünki, o deyir, artıq yaşlıyam, ölümə yaxınam və ölməmişdən əvvəl ən azı bir nəfərə həqiqəti deməliyəm. Mən soruşuram, hansı həqiqəti? O dərindən nəfəs alır. Oktyabr böhranında Cavadovla razılaşma olub. O söylüyor ki, oktyabrın 3-də hadisələr ən gərgin mərhələdə olanda prezident aparatında kiçik bir otaqda gizli görüş baş tutub. Görüşdə Heydər Əliyevin yaxın məsləhətçisi, daxili işlər strukturundan yüksək rütbəli zabit və Cavadovun göndərdiyi nümayəndə iştirak edib. Zabit orada da olub, qapının arxasında mühafizəçi kimi. O eşidib ki, nə danışılıb. Cavadova təklif olunub. Əgər o, Hüseynova qarşı Əliyevi dəstəkləsə, OP onun toxunulmaz qalacaq. Cavadovun özünə yüksək vəzifə vəd olunacaq və heç bir təqib olmayacaq. Cavadovun nümayəndəsi soruşub. Yazılı təminat olacaqmı? Cavab olunub. Xeyr, yazılı təminat olmaz, amma söz veririk. Nümayəndə daha bir sual verib. Bəs OP-ONE'nin müstəqilliyi qorunacaqmı? Cavab. Müvəqqəti olaraq bəli, amma yenidən qurma prosesi olacaq. Nə deməkdir yenidən qurma? Tədricən nizami strukturlara inteqrasiya və nümayəndə razılaşıb. O bazaya qayıdıb və Cavadova məlumat verib. Cavadov düşünüb və qəbul edib. Mən zabitdən soruşuram. Siz əminsizmi ki, bu söhbət belə olub? O cavablayır. Əminəm. Çünki mən oradaydım. Mən eşitdim. Və bildim ki, bu yalan idi. Çünki görüşdən sonra məsləhətçi təbəssüm edib dedi, Cavadov tələyə düşdü. İndi növbəsi Hüseynovundur. Sonra isə Cavadovun. Və mən o anda anladım ki, razılaşma saxtaydı. Cavadova verilmiş söz yalan idi. Ondan yalnız istifadə ediləcəkdi. Mən soruşuram. Bəs niyə siz Cavadovu xəbərdar etmədiniz? O cavablayır. Çünki əskər idim. Əmrə tabe olmalıydım. Və qorxdum. Amma indi peşmanam. Çünki Cavadov düşünürdü ki, ona söz verildi. O inanırdı. Və bu inanc onu öldürdü. Bu ifadə heç vaxt rəsmi olaraq qeyd olunmayıb. Zabit onu heç kimə deməyib. Amma indi deyir. Və bununla birlikdə çox şey aydınlaşır. Cavadov oktyabrda Əliyevin yanında dayananda o özünü xilas etdiyini düşünürdü. Əslində isə o, sadəcə ölümünü 5 ay təxirə salırdı. Çünki sistem onu yalnız istifadə etdi. Və istifadə bitəndə onu atdı. Bu gizli razılaşmanın mahiyyəti idi. Bir tərəf söz verir, digər tərəf inanır. Amma söz heç vaxt yerinə yetirilmir. Və inanmış tərəf ölür. İndi mən soruşuram. Bəs siz bu ifadəni rəsmi olaraq vermək istəyirsinizmi? Zabit başını tərpədir. Xeyr, mən yaşlıyam, amma hələ ölmək istəmirəm.
Əgər bu ifadə rəsmi olsa məni taparlar. Mən yalnız sizə deyirəm. Çünki siz jurnalist deyilsiniz. Siz sadəcə tarix yazırsınız. Və tarix məni adımla deyil, mənbə kimi qeyd edəcək. Bu məni qoruyar. Və beləliklə, ən böyük sübutlardan biri yenə gizli qalır. Çünki onu ifşa etmək hələ də təhlükəlidir. Çünki həqiqət bəzən öldürücü olur. Və buna görə də itmiş sübutlar itmə halında qalır. Və tarix yenə də yalnız rəsmi versiyanı yazır. Amma rəsmi versiyadan kənarda başqa bir dünya mövcuddur. Gizli qrupların dünyası. Mart hadisələrindən sonra o ponçuların bir hissəsi həbs olundu. Bir hissəsi öldürüldü. Bir hissəsi qaçdı. Amma çox kiçik bir qrup qaldı ki, onlar nə həbsxanaya düşdü, nə qaçdı, nə də öldürüldü. Onlar sadəcə yox oldular. Rəsmi siyahılarda adları var. Amma heç kim bilmir ki, onlar harda, necə yaşayırlar, nə edirlər. Bu adamlar bir növ kölgə şəbəkəsi yaratdılar. Onlar bir-birini tanıyır, amma açıqdan əlaqə saxlamırlar. İllər ərzində onlar arada bir, xüsusi kodlarla, xüsusi işarələrlə görüşürdülər. Məqsədləri nə idi? İntiqam? Yox. Süqut etmiş komandirin adını təmizləmək? Bəlkə. Yoxsa sadəcə sağ qalmaq və bir gün həqiqəti söyləmək? Çox güman belə. Bu qrupdan biri ilə danışmaq çox çətindir. Onlar hələ də sistemdən qorxurlar. Amma uzun axtarışdan sonra mən birini tapdım. O indi 60-na yaxındır. Başqa ad altında yaşayır, başqa şəhərdə, başqa peşədə. Mən onu necə tapdım? Bu sir qalsın. Amma tapdım. Və o razılaşdı danışmağa. Ancaq üz-üzə deyil, yalnız telefon vasitəsilə və yalnız bir dəfə. Mən razılaşdım. Telefon zəngi axşam saat 11-ə təyin olundu. Mən gözlədim. Vaxt gəldi, telefon zəng etdi. Səs çox sakit, çox ehtiyatlı idi. Siz haqqımızda yazmaq istəyirsiniz? O soruşdu. Mən dedim, bəli, amma adınızı deməyəcəm. O dedi, yaxşı, onda dinləyin. O söylədi ki, mart hadisələrindən sonra onlar, yəni sağ qalan 10-15 nəfər, bir anlaşma bağladılar. Heç vaxt bir-birini satmayacaqlar, heç vaxt sistemə sığınmayacaqlar və bir gün, vaxt gələndə həqiqəti söyləyəcəklər. Onlar bilirdilər ki, Opon məhv edildi, amma fikirləri məhv edilmədi və o fikir budur. Cavadov düşmən deyildi, o sadəcə oyunun qurbanı idi və bu oyunu quranlar hələ də hakimiyyətdədir. Bəs siz nə etdiniz bütün bu illər ərzində, mən soruşdum. O cavabladı. Sənədlər topladıq, tanıqlar tapdıq, hər şeyi qeyd etdik və gözləyirik. Çünki bir gün, bəlkə 20 il sonra, bəlkə 50 il sonra Azərbaycanda hakimiyyət dəyişəcək və o zaman biz bu materialları açıqlayacağıq və dünya biləcək ki, Rövşən Cavadov qiyamçı deyil, qurban idi. Mən soruşdum, bəs bu materiallar indi hardadır? O cavab vermədi. Uzun sükut oldu. Sonra dedi, təhlükəsiz yerdə. Və əgər bizim başımıza bir iş gəlsə, avtomatik olaraq açıqlanacaq. Biz bunu təmin etmişik. Mən bir daha soruşdum. Siz özünüzü niyə göstərməkdən qorxursunuz? Axı dövlət güclüdür. Sizi tapmaq istəsə tapardı. O acı şəkildə güldü. Düz deyirsiz. Əgər bizi tapmaq istəsəydilər, tapardılar. Amma bizi tapa bilmirlər. Bilirsinizmi niyə? Çünki bizi qoruyan kimsə var. Sistemin daxilində. Və bu ən qəribə faktdır. Sistemin özü də parçalanıb. Bəzi adamlar bizimlə razıdır və onlar bizi gizlətməyə kömək edirlər. Bu ifadə məni heyrətləndirdi. Deməli, hakimiyyətin daxilində Cavadovu qurban hesab edən adamlar var. O dedi, bəli, çoxu deyil, amma var. Onlar Cavadovun əslində düz olduğunu bilirdilər, amma qorxduqları üçün susurdular. İndi isə köhnəlirlər, ölürlər və ölməmişdən əvvəl vicdanlarını təmizləmək istəyirlər. Ona görə də bizə kömək edirlər. Mən soruşdum, onların adlarını deyə bilərsinizmi? O dedi, xeyr. Çünki onlar yaşayırlar və onları ifşa etmək, onların ölümü deməkdir. Söhbət daha 10 dəqiqə davam etdi. O Cavadov haqqında xatirələr danışdı. O dedi ki, Cavadov çox ağıllı adam deyildi, amma çox sadiq idi. O vətənə inanırdı və bu inanc onu öldürdü. Əgər o daha az inanmış olsaydı, bəlkə sağ qalardı. Amma o inanırdı və buna görə də ölməli oldu.
Telefon söhbətinin sonunda mən bir sual verdim. Siz Cavadovu sevirdinizmi? O cavabında uzun müddət sustu. Sonra dedi, mən onu tanımırdım. Mən sadəcə onun adamı idim və o mənim komandirim idi. Döyüşdə komandir sadəcə rəhbər deyil, atadır və buna görə də biz onu unutmadıq və heç vaxt unutmayacağıq. Telefon kəsildi və bir daha o adamı tapmadım. Gizli qrupun mövcudluğu sübut olunmayıb. Amma çox şey onun mövcudluğuna işarə edir. Məsələn, hər il martın 17-sində Bakının müxtəlif yerlərində çox gizli şəkildə kiçik qruplar toplaşır. Onlar qəbirləri ziyarət edirlər, dua edirlər və heç kimə görünməyərək dağılırlar. Polis onları izləyir, amma heç vaxt saxlamır. Çünki onlar heç bir cinayət törətmirlər, sadəcə xatirə keçirirlər. Və sistem bilir ki, onları saxlamaq daha çox problem yaradar. Ona görə də onları rahat buraxırlar. Amma eyni zamanda nəzarət edirlər. Çünki hər zaman ehtimal var ki, bu qrup bir gün aktivləşə bilər. Gizli qrupun ən böyük silahı onların səbirdir. Onlar 28 ildir gözləyirlər və gözləməyə davam edəcəklər. Çünki onlar bilirlər ki, tarix dəyişir, hakimiyyət dəyişir və bir gün həqiqət də üzə çıxacaq. Bəlkə indi deyil, bəlkə 10 il sonra, bəlkə 50 il sonra, amma mütləq çıxacaq. Və o zaman Rövşən Cavadov düşməndən qəhrəmana çevriləcək. Çünki tarixdə belə olub. Dünənin xainləri sabahın qəhrəmanı olur və bu, onların ümidlə yaşamalarına imkan verir. Məhz 28 il sonra, 2023-cü ilin payızında keçmiş Opon döyüşçüsü ilə ilk dəfə üz-üzə görüşdüm. O, 54 yaşındaydı. Bakıdan çox uzaqda, Avropanın bir ölkəsində yaşayırdı. İllərlə heç kimin ona müraciət etməməsinə baxmayaraq, o nəhayət razılaşdı danışmağa. Niyə? Çünki artıq itirəcək bir şeyim qalmayıb, o dedi. Ailə uzaqdır. Doğma vətəndə qayıtmaq mümkün deyil. Ömür qurtarır. Və ölməmişdən əvvəl ən azı birinə deməliyəm ki, biz nə yaşadıq? O, 1995-ci ilin martında bazada olan gənc əskərlərdən biri idi. 19 yaşında, Qarabağdan təzəcə qayıtmış, Cavadova tam sadiq. Martın 17-sində o Cavadovun yaralanmasını öz gözləri ilə görmüşdü. Güllə hara dəydiyini bilmirəm, o deyir. Amma qan çox idi. Biz onu içəri apardıq. Həkim təcili əməliyyat lazım olduğunu dedi. Amma heç kim gəlmədi. Biz təslim olduq. Silahları təhvil verdik. Amma yenə heç kim gəlmədi. Və Cavadov orada döşəmənin üstündə qanının içində uzanırdı. O bizə baxdı və dedi, məni unutmayın. Və sonra gözlərini yumdu. Biz düşündük ki, öldü. Amma həkim dedi ki, hələ nəbzi var. Yalnız çox zəifdir. O davam edir. Bir saat sonra nəhayət təcili yardım gəldi. Amma onlar Cavadovu deyil, başqalarını apardılar. Bizə dedilər ki, Cavadov ağır vəziyyətdə deyil, sonra aparılacaq. Biz bilirdik ki, bu yalandır. Çünki Cavadov ən ağır vəziyyətdə idi. Amma biz nə edə bilərdik? Heç nə. Biz artıq hərbiçi deyildik, əsir idik. Və əsirlər əmr gözləyir. Mən soruşdum, bəs sonra nə oldu? O cavabladı. Bir saat daha keçdi. Həkim yenidən Cavadovu yoxladı və dedi, o öldü. Biz inana bilmədik. Bir saat əvvəl diri idi, indi ölü? Necə? Həkim cavab vermədi, sadəcə getdi. Və biz Cavadovun cəsədinin yanında qaldıq və ağladıq. Mən soruşdum, sizə elə gəlirmi ki, Cavadovu qəsdən ölməyə qoydular? O cavabında bir saniyə belə tərəddüd etmədi. Əlbəttə, o yaralanmışdı, amma xilas oluna bilərdi. Əgər təcili əməliyyat olunsaydı, sağ qalardı. Amma əməliyyat olunmadı. Ona görə ki, onu sağ istəmirdilər. Ölü Cavadov onlar üçün daha yaxşı idi, çünki ölü danışmır. Mən soruşdum, bəs siz bu versiyanı heç yerdə deyə bilmədinizmi? O cavabladı, dedik, amma heç kim dinləmədi. Məhkəmədə biz şahid kimi çağırıldıq və soruşdular. Cavadov necə öldü? Biz dedik. O yaralandı və ona tibbi yardım göstərilmədi. Hakim dedi, yox, o döyüşdə öldü. Biz dedik, xeyr, o bir saat sonra öldü. Hakim qəzəbləndi və dedi, siz yalan danışırsınız. Cavadov döyüşdə öldü və beləliklə bizim ifadəmiz protokola düşmədi. O daha çox təfərrüat danışdı. Martın 17-sindən sonra bazadakı bütün döyüşçülər həbs olundu.
Onlar müxtəlif həbsxanalara bölüşdürüldü. İstintaq ağır idi. Onlara deyirdilər ki, onlar dövlət xainləridir, qiyamçılardır, terrorçulardır. Onlar deyirdilər ki, xeyr, biz sadəcə əskər idik, əmrə tabe idik. Amma heç kim dinləmirdi. Çoxları döyüldü, bəziləri işgəncəyə məruz qaldı və hamısı etiraf etməyə məcbur edildi. Mən də etiraf etdim, o deyir utanmayla. Məndən dedilər ki, yazılı etiraf et və səni buraxarıq. Yazmadım isə ömürlük həbs alacaqsan. Mən 19 yaşındaydım, qorxdum və yazdım. Yazdım ki, bəli, biz dövlət çevrilişi hazırlayırdıq. Bəli, Cavadov bizi rəhbərlik edirdi. Bəli, biz günahkarıq. Və sonra məni buraxdılar. Amma bu etiraf mənim həyatımı məhv etdi. Çünki indi mən cinayətkar idim. İllər keçdi. O Azərbaycanda yaşamağa çalışdı. Amma hər yerdə onu keçmiş oponçu kimi tanıyırdılar. İş tapa bilmədi, evlənə bilmədi. Ailə onu rədd etdi və o qaçmaq qərarına gəldi. O sərhədləri qanunsuz keçdi, Türkiyəyə çatdı, oradan Avropaya. Qaçqın statusu aldı. İndi orada yaşayır, tək. Ailə yoxdur, vətən yoxdur. Yalnız xatirələr var və bu xatirələr onu öldürür. Mən ona son bir sual verdim. Əgər siz vaxtında bilsəydiniz ki, Cavadov belə sona gələcək, yenə də onun yanında olardınızmı? O uzun müddət düşündü. Sonra dedi, bilmirəm. Bəlkə olmazdım. Bəlkə qaçardım. Amma onda özümlə yaşaya bilməzdim. Çünki mən Cavadova söz vermişdim. Və söz əskər üçün hər şeydir. Ona görə də bəli, yenə də onun yanında olardım. Hətta bilsəm ki, sonu belədir. Və o ağlamağa başladı. 54 yaşlı kişi uşaq kimi səs-səsə ağlayırdı. Və mən heç nə deyə bilmədim. Çünki nə deyilə bilərdi? Təsəlli? Yox. Təsəlli yoxdur. Ümid? Yox. Ümid də yoxdur. Yalnız acı var. Və bu acı illərdir davam edir. İlk müsahibə 28 il sonra. Və o göstərir ki, Cavadovun ölümündən sonra yalnız bir adam itmədi. Yüzlərlə insan itdi. Bəziləri fiziki olaraq, bəziləri psixoloji olaraq, bəziləri mənəvi olaraq. Onlar hamısı Cavadovun adamları idilər. Və onlar hamısı qurban oldular. Təkcə martın 17-sində deyil, sonrakı illərdə də. Çünki mart hadisələri bitmədi. O hadisələr hələ də davam edir. Hər bir sağ qalan OPON-çunun həyatında, hər bir xatirədə, hər bir kabus yuxusunda. Və indi bu məqaləni yazarkən, mən düşünürəm, görəsən daha neçə belə insan var. Neçəsi hələ danışmayıb. Neçəsi aparır bu ağrını içində, heç kimə deməyərək. Və ən əsası, bir gün bu adamlar rahat ola biləcəkmi? Yoxsa ömürlərinin sonuna qədər bu yükü daşıyacaqlar? Cavabı bilmirəm, amma bir şeyi bilirəm. Rövşən Cavadovun hekayəsi yalnız onun hekayəsi deyil, bu bütöv bir nəslin faciəsidir. Və bu faciə hələ də qurtarmayıb. Final. Martın 17-sindən sonra Azərbaycan tamam başqa bir ölkəyə çevrildi. Müstəqil silahlı dəstələr tarixə qarışdı. Mərkəzi hakimiyyət möhkəmləndi. Neft müqaviləsi uğurla həyata keçirilməyə başladı. Ölkə beynəlxalq səhnədə nüfuz qazandı. İqtisadiyyat inkişaf etdi. Bakı yenidən quruldu. Və Heydər Əliyev Azərbaycan tarixinin ən güclü liderlərindən birinə çevrildi. Rəsmi tarixdə mart hadisələri dövlətçiliyin qorunması, xaosun qarşısının alınması və gələcəyə atılan addım kimi qiymətləndirilir. Amma o qələbənin altında başqa bir hekayə var. Cavadov ailəsinin hekayəsi. Onun həyat yoldaşı, uşaqları illər boyu damğalanmış yaşadılar. Onlara xainin ailəsi kimi baxırdılar. Uşaqlar məktəbdə təhqir olunurdu. Ailə üzvləri işdən qovulurdu və onlar sakitcə dözdülər. Çünki başqa seçim yox idi. İndi, illər sonra, Cavadovun qızı böyüyüb, öz danı olub. O, öz uşaqlarına atasından danışmırmı? Nadir hallarda. Çünki hələ də qorxur. Çünki Cavadov adı hələ də təhlükəli addır. Surət Hüseynov isə 1999-da ömürlük həbsə məhkum olundu. 2004-cü ildə əfv edildi və İstanbulda, uzaqda, sükutda yaşadı. O heç vaxt Azərbaycana qayıtmadı. O heç vaxt açıq müsahibə vermədi. 2023-cü ildə vəfat etdi. Onun ölümü xəbər lentlərində kiçik bir not kimi keçdi. Heç kim maraqlanmadı. Çünki o artıq unudulmuşdu. Cavadovun qardaşı Mahir isə xaricdə, mühacirətdə yaşamağa davam edir.
O hələ də Azərbaycana qayıda bilməz. Çünki ona qarşı cinayət işi hələ də açıqdır. OPON döyüşçülərinin çoxu həbsdən çıxdıqdan sonra adi həyata dönə bilmədi. Onlardan bəziləri alkoqolizmə, narkomaniyaya düşdü. Bəziləri intihar etdi. Bəziləri ölkəni tərk etdi. Və az bir hissəsi, çox az bir hissəsi yenidən ayağa qalxmağa müvəffəq oldu. Amma heç biri əvvəlki adam olmadı. Çünki mart hadisələri onların ruhunu sındırdı. Ölkə isə irəlilədi. 2003-cü ildə Heydər Əliyev vəfat etdi və oğlu İlham Əliyev hakimiyyətə gəldi. İkinci Qarabağ müharibəsi qalib başa çatdı. Azərbaycan regional güc kimi tanındı və keçmiş hadisələr getdikcə uzaqlaşdı. Amma unutulmadı. Çünki hər cəmiyyətdə belə hadisələr var ki, onlar kollektiv yaddaşdan silinmiş və mart hadisələri məhz belə bir hadisədir. İndi bu məqaləni bitirərkən mən özümə son sual verirəm. Cavadov həqiqətən düşmən idimi, yoxsa qurban? Və cavabı tapıram. O hər ikisi idi. O sistemin düşməni idi, çünki müstəqil güc idi. Və o sistemin qurbanı idi, çünki sistemdə müstəqil gücə yer yox idi. Və bu ziddiyyət onu məhv etdi. Amma əsas sual başqadır. Əsas sual budur. Kim qazandı? Bəzilər deyir ki, dövlət qazandı, çünki sabitlik əldə edildi. Bəzilər deyir ki, xalq qazandı, çünki vətəndaş müharibəsinin qarşısı alındı. Bəzilər isə deyir ki, heç kim qazanmadı, çünki qələbə qana batmış qələbədir və belə qələbənin dadı acıdır. Amma bir şey əmindir. Rövşən Cavadovun hekayəsi hələ bitməyib. O hələ də yaşayır. Hər il martın 17-sində, gizli ziyarətlərdə, hər il keçmiş döyüşçülərin xatirələrində, hər il yeni nəslin suallarında. Və bəlkə bir gün, çox uzaq bir gündə, Azərbaycan bu hekayəni yenidən oxuyacaq. Və o zaman bəlkə də fərqli nəticələrə gələcək. Çünki tarix hər zaman dəyişir. Dünənin qəhrəmanı bugün xain ola bilər. Bugünün xaini sabah qəhrəman ola bilər. Və bu sonsuz dəyişiklik içində yalnız bir həqiqət dəyişməz qalır. Güc maraqların xidmətindədir. Və bu maraqlar üçün hər şey qurban verilə bilər. Hətta ən sadiq igidlər belə. Amma son sual açıq qalır. Və bu sual belədir. Rövşən Cavadov 1994-cü ilin oktyabrında Heydər Əliyevin yanında dayananda bilirdimi ki, öz ölüm fərmanını imzalayır? Yoxsa həqiqətən inanırdı ki, xilas olacaq? Və əgər bilirdisə, niyə dayanmışdı? Qorxudan, ümiddən, yoxsa sadəcə başqa yol olmadığına görə? Cavabı heç vaxt bilməyəcəyik. Çünki cavabı yalnız Cavadovun özü bilirdi. Və o, indi susur, əbədi sükutda.